Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Hamd olsun Allah Tebarek ve Teala'ya ki ömür verdi ve 201. programı da başladık. Cəhalət mühəndisliğine qələbə adına çevirmişik bu programın adın bir neçə gündür. Umarım inşallah ki öz tariximizi və düşüncəmizi, yəni milli türkçülük tariximizi, türk tariximizi, türk düşüncəmizi, türk elmimizi, keçicağımızı hər sahədə və o uyğarlıq və təməddün ki bizə irsi qalıbdır, onları tanımaqla eləyə bilək ki, mühəndislik cəhlidən uzaqlaşaq və türk və müsəlman kimi yenidən eləyə bilək dünyada bir qudrətə, gücə çevrilək. Və bu sadəcə beynimizin formalaşmasının dəyişməsi ilə imkanlıdır. Yəni əgər beynimizin içindəki o məlumat ki veriblər bizə uşaqlıqdan bu günə qədər, doğmamışdan hətta bu günə qədər o məlumatı dəyişdirməsək, həman adamıq, heç fərq eləməz. Bunu dəyişdirmək üçün qeydməliyik, kitabları oxumalıyıq ki, cəhalət mühəndisliyi onlara əl apara bilməyiblər. Bu da əski kitablardır ki, əl yazma ya da əski kitablardır ki, hala basma çapdı filandır, onlardır. Yoxsa keçən 250 ildə yazılan kitablar, özəlliklə çap kitablar, bunlarda çox əl aparıblar və beynimizi dəyişdirmək üçün çoxlu işlər görüblər ki, o işlərin sonucu bizim beynimizlə oynamaq və bizim beynimiz o cür davranır, o cür düşünür, o cür duyğu, əksl əməl göstərir ki, onlar o bərnaməni yazıblar, bizim zehnimizə qoyublar. Gedək görək ki, bugünkü şansımıza, bugünkü gün hangi kitab şansımıza çıxır tarixdən, geçmişdən əlbəttə, ki tarixdən, ona bir baxaq. Geçən günlərdə biz gəldik, Münacat-ı Peyğəmbəri adını dünən oxuduq, geçmiş cələsədə. Bu kitab bununla belə ki adı münacatdır və zahirən bir dana duanı bir şəxsiyyət yazardan istəyibdir ki, bu duanı açıqla mənim üçün türkcə, onun üzünə yazılıbdır. Amma o duanı yazmaqda gəlibdir fəlsəfəni əvvəl. İslam dünyasında yaygın olan fəlsəfənin kilit sözlərin dənə-bədənə tərif eləyibdir. Deyibdir ki, düşüncələrin anlayasan nə deyirlər, səndən sonrakılar da ya səndən yaşayan aynı zamanda, aynı çağda yaşadığın insanlar da səni anlamaq üçün bir ortaq əl tapdığımız qavramları, qəbul elədiyimiz qavramları bərabər anlamalıyıq. Ona görə onların hər bir qavramdan, hər bir sözdən tərif veribdir. Əlbəttə ki, təbii, hər kəsən özü eləyə bilər ki, buna bir ayrı tərif gətirsin. Amma əgər istəyirik əsli kitablar oxuyaq, qədimi kitablar oxuyaq, biz bilməliyik ki, qədim o kitablarda, o mənada yazıblar. Biz də elə o mənada yazmalıyıq. Çünki insanlar o mənanı daha tarixcə yaradıblar, ondan irəliyə gəliblər. İndi amma əgər istəsək, biz özümüz də onu yazandan sonra deyərik ki, mənim düşüncəmdə budur. O mənim düşüncəm budur deyə qoyandan sonra hər yerdə lazım olur, deyərik ki, bu mənim düşüncəmdir. Gənə o təkrar elərik, bəlli olsun ki, biz bir standart toplumun qəbul elədiyi bir, yəni alimlərin, filsufların, yazarların, düşünürlərin, siyasilərin, hüquqçuların, dinçilərin qəbul elədiyi bir termlər var, bir məfhumlar, qavramlar var. Bir də onun biraz o yüz, biraz bu yüz, mən əl tapdığım qavram var. Tamam, orada biz bununla gedirik. Bununla istəyirəm deyəm, yəni bununla belə ki, bir türk insanı dua eləməyi, duanı istir şey eləsin, amma əvvəl gəlir deyir ki, duanı düşünmək üçün fəlsəfə bilməlidir. Fəlsəfə bilmək üçün kəlmələrin anlamını bilməlidir və
Bir dənə duaya fəlsəfə yolu ilə baxır, ağıl yolu ilə baxır. Və bu bizim öyrəndiyimizlə fərqlidir ki, gözlərimizi yumuruq, əlimizi göyə açırıq, hər kəs hər nə desə, axirdə də amin deyirik. Ərəbcə olduğunda əslən anlamırıq nədir, elə amin deyirik. Çünki ərəbcəni bilmirik mütəəssifanə. İndi nə eləməlidir bu adam? Deyir, yox, biz hətta duanı da Allaha belə əlimizi açıb istəyəndə də ağlımıza sığışan, ağlımız izni verdiyi bir sözü ağzımıza alacağıq ya eşitməyə icazə verəcəyik və ya dua eləyəcəyik. Çox dərin bir kitab mən gördüm. Bundan belə ki, səfəsi çox az, 28 səhifədən ibarət bir kitabdır. Amma bu günləri bir ayrı kitabı danışacağıq. Onun adını yazıblar farziyyə. Ehtimal verirəm həman fərziyyə sözüdür ki, fərz sözündəndir. Fərz sözü iki vacib. İndi ki, görüşü bunların hansısı odur. Şərh-i Qəsidəyə burada bir ad yazıbdır. Kitabın adına baxıram. Ədəbiyyat kitabxanasında. Keçən günlərdə bu kitablar, bu üçüncü fikrim oturumdur ki, orada biz ədəbiyyat kitabxanasının əlyazma kitablarını oxuruq. Ədəbiyyat kitabxanasının möhrü burada vurulub. Əlbəttə bu İstanbul Üniversitesi kütüphanəsi möhrü də bu tərəfdə görünür. Yəni bu kitablar ədəbiyyat kitabxanasına gedib İstanbul kitabxanasına, İstanbul Üniversitesi kitabxanasına. Şərh-i Qəsidəyə Həmdiyyə Salami Nəmənə o cür bir şey yazılıbdır. Ədəbiyyat kütüpxanəsi ehtimal olacaqdır. 241 nömrəli Qəsidə Əhməriyyə ya Əhmədiyyə şərhi Tərcümətül Eşq. Mən beləsi oxudum, bəlkə qələt oxudum. Tazaşdan yazıb ki, İstəblər Fəqir Əli Rıza Məhəmməd Xüləfa MD 1284 beləsi görürəm. Bunu da beləsi oxuram, yəni tarix beləsi görünür əslində. 1280-dir, bu neçədir? Bunu bir yekəldik, görək ki, bunu bir ayrı cür oxumaq olar. 44 də oxuna bilir, 1244. Minin əlbəttə həmişə beləsi yazırlar, ona görə orada görsənmir. 1044 ola bilər. 80 olmur, zahirən 80 görsənmir. Amma kiçiklədəndə bundan yaxşı görsənirdi elə bir. Çox yekətdik. 44 çox oxunur. Aşağıda da bir 43-də orada bir şey yazılıb. Yəni mənə Riza, möhrü də Riza adına vurulubdur. Kitabın əvvəl bir baxaq özünə. 26 səhifə PDF-dir. Yəni 52 səhifəlik bir kitabdan bəhs oldu. Cildi ilə bərabər. Yəni tamam yazılardan danışmır. Kollə bu kitabın cildinin eşiyindən ta cildinin sonuna qədər neçə səhifədir? Əlbəttə eşiyin burada salmayıbdır. Ehtimalən 52 səhifədir. Kitabı görürük ki, oradakı kitabın sonu yapışır bir-birinə, kəsb olur. Orası cırılıbdır. Amma qıraqları salimdir. Biraz burada köhnə. Əl yazı da olsa çox gözəldir. Əl yazı olmasa mənim nəzərimə gəlir bu çap yazılara bənzir. Amma ola bilər əl yazı da olsun. Baxarıq görürük ki, əl yazıdır ya yox. Qəsidəyə yenə də burada yazıbdır. Gəlirik görürük ki, nə mənədir. Onu baxarıq görürük. Kitab çərçivəsiz yazılıbdır və sətrin başlanışı ilə, sətirlərin başlanışı ilə qurtuluşu bir xəttədir. Bəzi kəlmələri qırmızıca yazıblar, qırmızı rəngi ilə yazıblar ki, bunlar ərəbidir. Ərəbi də olsa onlara da i'rab ya səs standart eləməyiblər, qoymayıblar və standart eləməyiblər. Türküsün də elə bir ki, buradan nəzərə gəlir ki, bu farsıdır. Yox, türküdür. Orada burada bəlkə farsısı olmuş ola.
Kitaba baxırıq, kitab çox gözəl yazılıbdır, amma umaram ki, əl-xəttdir. Burada bunu gördüm, əl-xətt olacaqdır. Əl yazma kitabdır. Amma çox əl yazma da bənzəmir, çünki bu nunlar hər yerdə belədir, yoxsa fərqli yazılıb? Yox, fərqli yazılıbdır. Yəni hər yerdə belə yazılmadığı üçün əl yazmadır. Bəli, çox standart əl yazmadır. Əgər əl yazma da olsa, mənə çox əcib gəlir, çox standartdır. Yəni mənə belə gəlir ki, əl xəttinə bənzər, çünki kələmatı bəzi yerdə qısa yazıb, bəzi yerdə uzun yazıbdır. Bu bunu göstərir ki, əl yazmadır. Yəni eyni kələmələrə baxanda görürük ki, fərqli şeylərdən istifadə edibdir, kəlmələrdə. Məsələn, bəzi yerdə K çox uzaldıbdır, bəzi yerdə K çox cıqqılı yazıbdır. Məsələn, burada oluru bəzi yerdə görürüm, oluru uzun eləyibdir. Lın düz yerin uzaldıbdır, bəzi yerdə kiçik. Ya lər, lı bəzi yerdə uzaldıb, bəzi yerdə uzatmayıbdır. Olalar məsələn, olalar. Hər halda kitab çox bir cəlb etdi yazılıbdır. Fars şeirindən də elə bir şey istifadə edibdir orada burada. Kitabı biz səhifələrinə baxırıq, baxa-baxa gedirik. Görək bir fərq var. Kitab salim qalıbdır. Qırmızı yazılar təəssüflə rəngi azalıbdır. Yəni köhnəlmək görsənir ki, onların rəngi zaman keçdikcə qırmızı yazının rəngi dəyişir və əsərin əldən verir. Burada da tarixi yazıbdır. Yəni kitabın sonuna gəlmişik zahirən. Bəli, kitabın sonu idi. Bu da cildidir. Kitabın cildinə baxırıq, görürük ki, su üzündə nəqqaşlıqdan ibarətdir. Yəni Osmanlı dövründə yazılıbdır. Yəni bunu baxanda elə buradan bilirik ki, bu Osmanlı dövründə yazılıb. Çünki Osmanlı dövründə suyun üzündə yağlı rənglə bir növ nəqqaşı çəkirdilər və sonra onu bir kağızın üstünə, kağızı qoydular onun üstünə və kağızı yavaş çəkirdilər. O rəng yapışırdı kağıza, su ayrılırdı, sonra da qurudurdular, bu cüsü yapışdırdılar kitabın cildinə. Burada da onu görürük. Kitabın cildində də cırıq yerləri görürük. Onu da gördük. Amma burada bir əvvəl görək ki, əcəba bu kitabdan bir tarix çıxada bilərmiyik? Görək ki, hangi zamandadır? Kitabın təqribən adam biləci yox. Kim yazıbdır? Amma görək ki, yazıb bəray təsmiyə və tarix. Adı nədir kitabın və tarix. Çün own həqqlə şərh qəsidə oldu tamam. Çün Allahın haqqı, Allah burada işarədir. Onun köməyi ilə, yəni own ilə şərh qəsidə oldu tamam. O qəsidə ki var imiş, bu qəsidə, o qəsidə tamam oldu. Gərəkdir ola bir ism ilə şən و şöhrəti tam. Bunun şəni şöhrətdə bir adı olsun. Çu feyz eşq xuda, çu feyz eşq xudadır midad xami şərh denildi. Tərcümetül eşq şərh tuhfəyə nam. Bunun şeyin adı, kitabın adı Tərcümetül eşqdir. Tərcümetül eşq. Şərh tuhfə. Şərh tuhfə. Şərh tuhfəyə nam. Ərz duadır əsərdən dəxi bəhanə gərək. Ərz duadır, dua eləməkdir. Əsərdən dəxi bəhanə gərək. Xətayə zeyl əta و qüsurə əfv kiram. کلام دور و دراز سخنوران نیسر مفید و مختصر olmaq gərək binayı kəlam.
mufid muxtasar olmaq gərək binayı kəlam. Salahi nəşvi vəhdətlə tarix ana. Salahi də bunun adıdır. Yazarın adı Salahi olmalıdır. Salahi nişvəyi vəhdətlə tarix ana müzəyyən eylə bəzmi ziyayı cami mudam. İndi ehtimalən bu Salahi nəşvəyi vəhdətlə bunların birinin cəm eləsaq olacaqdır o tarix müzəyyən eylə bəzmi. Mən bunu bilmirəm, yəni mütəəssifanə bilmirəm ki, bunları nə cür cəm elirlər ki, orada tarix özü də bəlkə ola bilər, yəni tarixin özü də bunu əbcəd ilə təşxis vermək olar. Şayət məsələn bunu nə bilim şeydə yazsaq, AI-da yazsaq ki, əbcəd ilə bunu hesabla bizə görək burada tarix nə mənədir, onu bizə hesablaya bilmirəm. İndiyəcən bu təcrübəni yaşamamışam. Amma bunu yazaram və bu günləri kitab oxuyandan sonra bunu şeyə başlaram. Yəni denəyimə başlaram. Təəssüflə o sadə yazmayıb da, yəni gizli rəmzlə yazıb tarixi. Bəlkə o da yaxşıdır. Yəni biz tarixi mütəəssifanə bilmirik, amma rəmzlərin öyrənsək, o kitabları da bilərik ki, aradan aparmağa izin vermirlər. Gedək görək ki, kitabda nə deyir? Bu kiçik yazılmış kitabda görək nələrdən danışır. Bu kitabın sahibi də ehtimalən elə Əli Rıza, hər nə mənədir, xuləfa, Amərni, hər nə 1200. Burada bir tarixdir də, bu tarixi yazaq ki, bu adam aldığı tarix 1224'dür, 84'dür, 14'dür, hər şey oxunur. Mən bunu 1214 yazım. 14-də çox bənzədirəm. Əlbəttə 80-ə də bənzədirəm. Yəni beləsi bir vəziyyət var. 1284. Yəni bu cürsü bir vəziyyət var. Gedək kitabımızı başlayaq. Görək ki, bəlkə burada bir tarix, burada bir şey yazmış olur. Qəsidə. Bismillahirrahmanirrahim. Qəsidə-i xum. Əlbəttə burada belə yazıblar qırmızı ilə, amma orada yazıb ki, şərhi töhfə. Töhfə kitabının şərhidir. Tərcümətül eşq. Kitabın əslində adı eşqdir ehtimalən. Amma tərcümətül eşq, onun da eşqin tərcüməsi şərh-i töhfə ehtimalı. Həm də biğayət ol padişah səraperdi vəhdət cənabinə ola və şükri bi ola, yəni həmin oli yazıbdır, ola da oxuya bilərik, oli də. Oli və şükri bi nəhayət ol tacdar təxt əhədiyyət mə'bəna əhraradır ki, mabəni əhrarədir ki, cam məhəbbət asar və əfalilə kafi ənami sərməst və səhbay məbəddət sifat və zati ilə xəvas kimliyini meypərəst edib cəzəbi keyfiyyət badı eşq ilə məqam نیستی و اخلاص ایصال درجه اختصاص و کران بار هستی و سقلت ادبار خود پرستیدن، سقلت یعنی آغرق، ادبار خود پرستیدن خلاص ایلدی و افضل الصلات و اکمل التحیات اول پیمانی می حقیقت ذاته و خمخانه شراب محبت صفات حضرتlerine سزاdır ki cür'e cam محبت خواص kimliğini İsal bezm gurbet ve idhal encümen veslet eyledi ve eşref teslimat ashab zünnecate
متمنادر bu mütemennadır ki her biri revnak بخشای محبت بزم الخواص و زینت افزای نشیمن مودتtir. بعد قصیده indi burada xəmriyə oxunur dostlar. Xumriyə ya xamriyə farziyyə. Mütəəssifanə qırmızı rənglə harberdə yazıldığı üçün o rəngi gedibdir, o gözəlliyi aradan gedibdir, itmaq ərəfəsindədir. Gəlir yetişib bura. Bədu qəsidə xumriyə farzlu bir kasiyə purnəşvəyi ariziyyə olubdur. Olub. Ərbab həqiqət beynində. Beyn burada aralarında. Həman bu beyindəki deyirik bir şeyin arasındadır. Ona görə başımızda olan beynində, yəni şeyin arasında. Məşhur və mötəbər bir nəzmi pürdürrü cühər olduğundan necə şərh və təfsir ilə rəsidə dərəcə nişrah olmuşlar. İndi bu qəsidəni deyir ki, çoxlu adamlar təfsir eliblər, açıblar. Xüsusən saqi şərab məhəbbət və məlaqi cəmal həqiqət olan Həzrət Molla Cami. Molla Cami də deyir, bunu təşrih edibdir. Xüsusən saqi şərab məhəbbət və məlaqi cəmal həqiqət olan Həzrət Molla Cami qəddəsə sirruhu Sami lisan farsi üzərə şərhinə ehtimam və hər beytinə münasib rübaiyat farsiyə çeşidə silki nizam edib əhsən təbir və əbləğ təbir və təfsir ilə ronəqdə hüsn intizam və ixtitam buləğin nəf'i am olsun üçün əksər məzamin təbir dilpəzirləri yad xüsusən rübaiyat binəzirləri istişhad olunərək hər beyt qəsidəyə bir beyt türki irad və lisan türki üzrə şərh və təhririnə ictihad olundu. Mütaliə edən ixvan xulus nəhaddən mültəmisdir ki, bu əhgər ibad olan səlahi naşadi, səlahi adıdır, elə orada da yazmışdıq, düz yazmışıq. Səlahi naşadi bir duayı xeyr ilə yad buyururlar. Zahirən burada bir şey yazıbdır, onu mən baş tapmadım. Yəni baş tapdım ki, nə olur? Yəni anladım, amma bilmədim ki, bunu əcəba rəhmətlik Cami Həzrətləri yazıbdır, Türkçü dedi ki orada, ya ki bu özü yazıbdır. Çünki deyir ki nəfi am olsun üçün hala farsi çeşidə silki nizam edib əhsən təbir və əbləğ təvil və təfsir ilə ronəqdə hüsn intizam və ixtitam buləğin nəfi am olsun üçün əksər məzamini hər beyti qəsidəyə bir beyt türki irad və lisan türki üzərə şərh və təhrinə ictihad olundu. Elə bir ki, bunu özü deyibdir. Mən belə düşünürəm. Amma elə yazılıb ki, güya ki, mərhum Cami türkcə yazıbdır. Yəni, farsça yazıbdır, türkcə də yazıbdır. Amma mənim aldığım budur ki, bu adam özünə işarə edir. Yəni, onun sözü qutarmış, cümlə ona nizamiyə bağlanan cümlə qutarmış, davamında özünün deyir ki, mən buna da türkçü hərəsinə bir şey yazdım. Beytlər yazıbdır türkçə. Xeyr ilə yad buyurələr onda çoxdur. Qalə şeyx əl-alim, əl-amil və arifil fazil. Kim deyib bu kitabı? Yəni, şeiri, qəsidəni yazan, pəs bunun da mövzu nədir? Qəsidədir. Yazan kimdir? Qəsidəni yazar Şərəfüddin Əbu Həfəz Ömər ibn Əmr ibn Ömər ibn Ali
از سعدی المعروف به ابن فارز مصری. پس adın yazıq Şərəfiddin Əbu Həfs Əmr ibn Ömər ibn Ali Əs-Sədi məruf به nə mənə İbn-i Farizil Misri. Fariziyyə də buradan gəlir. Adı budur, Fariziyyə. İbn-i Farizil Misri. Fariziyyə buradan gəlir pəs. O ki, yəni adını qoyublar, yəni bu adamın öz adına qoyublar. Qəddəsallahu Teala sirrəhu və a'la fi mələ'il a'la zikrəhu. Şərəbna ələ zikril Həbib Samit. Əgər oxuya bilsəm. Çünki qırmızı ilə yazıbdır bu şeirlər ki, zahirən buradan bu üzə. Hər nə ki oxuyacağıq, bunlar qırmızılar yazılar o həzrətin özündəndir. Buradan bu üzə. Buradan qabaqçılarda, məsələn, bir ad yazmışdı, Qəsidə-i Xumriyyə Farziyyə. Xumriyyədir. O da kitabın burada bir yerdə adı beləsi yazılıb, onda yazaq ki Qəsidə-i Xumriyyə Farziyyə. Ya nə mənədir? Orada kamil oxunmur. Səkərna biha min qəblə ən. Burada bir şey yazıblar, üstündə qərəliyiblər. Buradan bəllidir ki, əl yazmadır. Çünki gəlib onun üstünə, qırmızının üstünə bir şey yazıblar orada ki, bəlli midadla yazıblar. Oradan bəllidir ki, burada şey oldu. Ora oxunmur. Səkərna biha min qəblə ən yaxlu mən yaxluq o da əl-kiramə. İhtimalən ya kərəmə. Əl-kərəm. Şərab hərəkatı sələsə ilə mütləq içmək mənasına şərabə. Hərəkatı sələsə ilə ya şürubə ya həll mənası desək onu istir deyə. Hərəkatı sələsə ilə üstündə hər hərfin hərəkəsi olaraq mütləq içmək anlamındadır. Pəs şərab və şərab içmək anlamındadır. Nəinki məst eləyən. Əvvəl bunu bir də bilək. Şərab hərəkat sələsə ilə ya şurub, hətta beləsi oxusaq, şurub içmək mənasınədir. Su olsun, qeyri olsun. Yazdı özü. Və zikr anmaq mənasına. Zikr kəlməsi ki orada oldu, üstədir ki şərabna ələ zikrul Həbib. O zikri deyir. Və zikr anmaq mənasına. Anmaq yad eləmək. Anmaq yad eləmək. Xatırda saxlamaq. Beləsi deyək. Və Həbib nədir? Və Həbib bir məni məhbubdur. Və mudamə, o kəlmə ki oxuya bilmədik, o mudamədir. Və mudamə xəmr mənasına. Xəmr özü nədir? İndi mən bunu gedim Google-də bir soruşum görüm ki, xəmri nə məna elir? Çünki mən özüm bu xəmrin mənasını görək bu xəmr. Ma məna xəmr fil lüğətil ərəbiyyə. Mən bunu yazdım. Əl-xəmr ma əskərə min şərabi və əsirəl inəbi və nəhvi. Əskər ehtimalən sükkər ki deyirlər, yəni şirin şəkər. Ma əskərə min şərab. O şey ki, indi burada mən bilmirəm, əskərəni şirin anlamında olacaq ya sükravə. Baxaram onu da. Və əsirətül ənab, əsir yəni suyu, inəb. Əlbəttə, bəzi çox üst istəyirəm. İnəbi və nəhvi. Əsir yəni su. Meyvə suyu.
İndi biz İranda mütəəssifanə buna meyvə suyu deyərək adət eləmişik. Meyvə suyu. İngiliscədə juice deyirlər. Yəni sudan ayrılırlar. Juice, yəni o şey ki, meyvələrdən alınır, ona juice deyirlər. Alma suyu, inəb, üzüm ya hər nə ki ona toy ola. Li'annaha tuğtiyel aqla. İndi burada məst halətində səkkər. Çünki dedi ki, li'annaha tuğtiyel aql və hiyə muannəsnun və qəd təzəkkərə. El-xamru ma əskərə min şərabi vəəsirin ənəbi və nəhvih li'annaha tuğtiyel aql. Aqli aradan xətaya aparar. Tuğatti əlbəttə. Tuğatti. Yəni indi burada sokru da yazsaq kamil gələr. Görürük ki, sokr nə mənədir? Məna sokr fil lüğətil ərəbiyyə mütəəddidə fəyəşmilu ixtilətəl əqli bəsəbəbi şərab o qeyrə. Neçə mənası vardır sükrün? Deyir, biri odur ki, fəyəşmilu şamil olur ixtilətəl əqli bəsəbəbi şərab. İçmaqla əqlin qatışmasına səbəb olan şeyə deyirlər ki, sükkər ya şey, sokr və sükkər və qeyrə və səkr və səkr əlbəttə üstəlik sokru idi, səkr təani səddu şeyin misləl babi əvün nəhr. Səkr deyəndə, həman sözdən səkr sözü deyəndə bir şeyin qabağını bağlamaqdır. İstəyir ki, sokru da əqlin qabağını bağlar. Məsələn, nə mənə? Qapı qoyursunuz, evin qabağını bağlırsınız ya suyun qabağını bir bət bağlırsınız. Ya hər nə bağlırsınız, onu bağlı. O da olur səkr. Əmma kəlimətü sukkər bi fəthü sin və təşdidul kaf fəhiyyə kəlimətun farsiyyə muərrəbətun təşir iləl həlvə. Beynəma kəlimətü səkirə təni ixtilatul əql. Deyir ki, sükkər deyəndə olur farsi. Farslar işlədiblər bunu o mənada. Sükr sözün aparıblar ora fəhiyyə kəlmətun farsiyə muharrabətə təşiru iləl həlva. Onu deyir ki, işarə elir şirin şeyə. Həlva ixtilatul əqlə. Pəs bu da səkər, yəni o şey ki, əqli zail elər. Hər nə ki, əqli biraz değişdirə, ona deyirlər sükkər ya səkər. İndi görək. Habib be mənayı məhbubdur və müdamə. Orada oxuduğumuz xəmr mənası nədir? Xəmri də ya demədik ki, xəmr nədir? Tamam, Türkçə indi bu xəmr. Görək ki, xəmr əl-xəmr və əl-meysər əgər iştibah eləməsəm, Quranda da vardı. Deyir ki, əl-xəmr ma əskərə min şərabi və əsirən inəbi və nəhvih li'ənəha tuğdiyel əql. Pəs bunu oxumuşuq, xəmr o şeydir ki, əlbəttə şərabı oxuduq, sökrü oxuduq və xəmri oxuduq ki, üçü bir cümlədədir. Tamam, bu da deyir ki, o şeydir ki, əqli işmaqlardan əqli zail eləyən bir şeyə xəmr deyirlər. İndi Türkiyədə, mən bilmirəm ərəblər, amma Türkiyədə məsələn biri əgər tüstü çəkir, ona da deyirlər ki, məsələn, siqara içir. Yəni, siqar çəkir. Orada da içmaq deyirlər. Əgər o cür bir içmaqlar da olsa, yəni tüstü olan bir şeylər ki, əqli zail eləyə, o da müşküllü bir bəhsidir. Tamam. Müdamə xəmr mənası nədir? Şu etibarıyla ki, şaribi ana müdavimət göstərə və sökr məst olmaq mənası nədir? Sökrü yətdi, dedi ki, indi o birisi sətridə, ikinci misrədə dedi ki, sökr nabiha səkərna biha min qəbli ən. İndi bu səkərna deyir ki, və sükr nə mənə dedi? Dedi ki, xəmr mənası nədir? İbarət ilə ki, şarib yəni içən. Ana müdavimət göstərə. Əgər içən onu daimi içsə, yəni çox içsə. Və səkr məst olmaq mənasına. Bu da məst olmaq. Və kərəm əsmə cübu'idir. Cübu'idir. Və kərəm əsmə cübu'idir. Farsidə
takdirlər. Çubuğu, o da ğ olacaqdır, çubuğudur. Və kərəm asmə, bu kərəmdir ya keremdir bilmirəm. Və orada da deyil, bu özünə. Kərəm asmə çubuğudur. Bir növ çubuqdur deyir ki, asarlar. İndi bu kərəm nə mənə olur ya kerem nə mənə olur, onu bilmirəm. Asmə çubuğudur, Farsidə tak derlər. Farsi dilində də ona tak deyirlər. Üzümü istir deyə. Amma burada kərəm deyir, niyə deyir, onu bilmirəm. Asmə əlbəttə odur da, bəli, avizan çərdən. Farsidə tak derlər. Və şərəbna, orada ki, şərəbna var. İndi o şərəbna yox idi. Fiil və faildir. Şərəbna həm feilidir, həm də nası faildir. Əla zikril həbib, zikril həbibə bu faildir. Fiili və failidir. Mütəəlliqdir. Əla zikril həbibi mütəəlliqdir. Şərəbnaya mudamə məf'ulidir. Mudamə onun məf'ulidir. Hala burada ədəbi təcziyə təhlil ədəbi edir. Dil sahəsində ədəbi təcziyə təhlil edir. Səkərna biha cümləsi mudamənin sifətidir. Mudamiyə bunun üstündə qərərləyiblər. Oradan onu gətirdi. Və min qəblu ən yəxluqəl kirəm, kərəm sözü ki üstə dedi, onu calibdir. O dedi kərəm asmə çubuqdur. O kərəm axirdeydi. Mən onu görməmişdim. Deyirdim bəlkə bunu özündən yazıb, amma indi görürəm ki o şeydir. Deyir ki və min qəblu ən yəxluqəl kərəmdə car məcrur şərəbnaya mütəəlliq olmaq ənsəbdir. Ənsəb yəni çox daha nisbət verməlidir. Tərcümeyi beyt. Bunu tərcümə edir özü bir gene qırmızı yazıbdı. Dedim bunlar beyt olacaqdı, amma mən üstə belə anlamışdım ki qırmızıların hamısı qəsidə sahibinin, yəni Farizin qəsidəsidir. Amma indi burada tərcümələrin də qırmızı yazıbdı. Özü beyt içi deyib düzəltmişəm türkcə, onu da. Nuş edib yadinə yar olmuş ziməst məlam mudam. Buldun bu bağı aləm ta ki engur ilə nizam. Yəni Həzrəti dostun zikri üzərinə bir badənuş edib anla sərxoş, bəlkə məst və mədhuş olduq ki badə şərab məşhur purşur şər و şور olan dirəxt engur hənuz rubaiyə. İndi bir rubaiyə yazdı. Xalq olunmamışdı روزی که مدار چرخ افلاک نبود və rubaiyə xalq olunmamışdı. Rubaiyə buradan başlayır. Yəni mən bunu qələt oxudum. İlləti budur ki, cümlənin vəsətin boş qoyubdu, qırmızı xətlə yazıb rubaiyə, davamında cümləni təkmil eləyibdi. Dirəxt engur hənuz xalq olunmamışdı. Cümlə burada qutardı. Amma bu cümlənin ortasını boş qoyubdu. Hənuzla xalq olunmamışdı, arasını boş qoyubdu. Orada bir qırmızı xətlə rubaiyə yazıbdı. Mən dedim bəlkə oradan o isə şeydir. İndi gedək rubai. Ruzi ki mədar çərx fələk روزی که مدار چرخ افلاک نبود و آمیزش آب و آتش و خاک نبود بر باد تو مست بودم و باده پرست هرچند نشان باده و تاک نبود. Şeir beləsi oxunacaqmış. Biz o cür oxuduq. Nəzmi. İndi tazaşdan bir nəzmi gətiribdir. Gene şeir gətirib. Ol cənab padişah ləm yəzəl تاجدار تختی اقلیم ازل ذاتی فردیتی ilə موجود ikən یعنی رنگ ما سوانا بود ikən بحر وحدت عشق ilə موج ürmədən bu zemin و آسمانی qurmədən qurmaq xəlq eləmək, hazırlamaq, təsis eləmək bu zemin و آسمانی qurmədən künz məxfidi dəvat ilm zat رشحی بار olmazdi افلام صفات علم zatun feyzi qıldı iqtiza که ola انوار صفاتی رونما
Zatine qıldı təcəlli, çünki zat cuşa gəldi bəhr əsma və sifat. İqtiza etdi mərad zulmənən, kim sifati seyr edə ayinədən. Oldu mevcud eyni fəxr kainat, eylədi haqq zatini mir'at zat. Çox dərin sözlər deyir. Pərtu əndaz oldu əsma-i xuda, cümlə əyan oldu onda runəma. Buracan görürük ki, bunu da özü yazdı da. Dedi ki, mən hər beyti üçün bir rübaiyat yazacağam, bir şeir yazacağam. İndi rübaisinin üstü oxuduq. Əlbəttə o fars idi, demiş ki, türkçə yazacağam. Burada biz bir nəzmi gördük ki, o şeir üçün yazıbdır. Məncə çox dərin sözlər işlədibdir, çox dərin mənalı bir şeirdir. Yəni adam oxuyam və türk dilində güclənəm. Əlbəttə ki, təbii bunları biraz məni eləyəndə özümün də zehnim, beynim açılır, inkişaf edir. Çünki hər şeyi ki adam oxuyanda bilmir ki, onu düşünəndə bilir və o zaman düşünmək də iki cürdür. Ya beynimizdə səssiz qışqırırıq, ya beynimiz səngindir, amma ağzımızı açmışıq, bağırırıq. Amma nəyi bağırırıq? Düşünməyimizi bağırırıq. İki cürə düşünmək var. Bir səsli, ağzımızdan çıxan, amma düşünürük. Bir də ağzımız bağlı, amma beynimizdə qışqıran düşüncələr. Onlar dahi önəmlidir. Çünki onları eşiyə qışqıramırıq. Eşiyə qışqırmaqdan qorxuruq. Pəs vasitəyi mir'at-ı zat və rabitəyi ayini əsma və sifat ilə zat bitun və bihəmtanın, zat bitun həmtanın iki təclisi vardır. Birinə təcəlli. İndi o şeirdə işlətdiyi mənaları neynir? İstir gətirə açıqlıya. Yenə getdi dünənki kimi, dünənki kitabçı oxuyurduq. Duanı açıqlamaq üçün getdi fəlsəfiyə. Bu da gəldi fəlsəfənin, ibarətlərin, sözlərin yenə bir-bir istir açıqlıya. Pəs vasitəyi mir'at-ı zat və rabitəyi ayini əsma və sifat ilə zat-ı bitun bihəmtanın iki təcəllisi vardır. Allahın iki cürə təcəllisi var. Təcəlli yəni görüntüsü, cəla bir işıq olar ha, bir şey işıq parıldamaq. Parıldamağa, türkcə parıldayan şeyə cəla deyirlər. Maşına cəla ver, filan şeyə cəla ver. Yəni onu parıldat, işıqlandır, tozun sil, o parıldasın, işıq versin. Tamam? Onu deyir ki, Allahın iki təclisi vardır. İki cürə təcəllisi vardır. Mən təclis oxudum. Birinə təcəlli elmi qeybi deyərlər. Biri təcəlli elmi qeybi. Adı budur. Ki Həzrət elmi zatində suvar əyan sabitə və qabiliyyat və istedadat ilə vücud haqq cəllə və əla kəndüyə zuhurindən ibarətdir. Bu təcəllidə əyan sabitə vücud eyni ilə müttəsəf dəgillərdir. Burada qurtuldu. Birincisi budur. Tərif elədi. Birinə təcəlli elmi qeybi deyərlər. Elmi qeybin təcəllisi deyərlər. Qeyb bilirik ki, o şey ki, biz gözlə görə bilmirik. Hissinə, onu biz görmürük, bilmirik, ona deyir qeyb. Elmi qeybdə bir dənə indi İslam dünyasında belə bir termin yaradıblar. Elmi qeyb deyə. Var. Ki, Həzrət elmi zatidə suvar əyan. Əyan yəni hər şeyi ki biz görürük, eşidə əyandır, aşkardır, gözümüzlə görə bilirik, hiss eləyə bilirik, eşidə bilirik, iyləyə bilirik. Bunlar əyandırlar. Əyan bəyan. Zatidə suvar əyan sabitə və qabiliyyat və istedad. Qabiliyyət yəni mümkünat deyək. Və istedad, çıxarlar türkcə. İstedadat ilə vücud haqq cəllə və əla kəndüyə zuhurindən öz zuhuri, kəndüyə zuhurinə yəni özünün zuhurluğunu, zuhur yəni hər yerdə görünən bir şey, hiss olunan bir şey,
iyləmək bir şey, eşitmək bir şey, hiss eləmək bir şey. O ki Haqqı Cəllə və Əla Allahdan yəni ibarət. Bunlar Allahın sifətləridir. Kəndiyə zuhurindən ibarətdir. Bu təcəllidə, yəni bu Allahın zuhurindən ibarətdir hər şey. Dünən də oxuduq bu gündə. Mən, siz, bu ağaclar, bu güllər, bu hava, bu su, bu dəniz, bu quşlar, bu heyvanlar, bu dağlar, bu dərələr, bu daşlar, bu kəssəklər, bu dəmirlər, bunlar hamısı göydəki ulduzlar, aylar, hər nə ki vardı, bunların hamısı Allahın zuhurudur. İslamda belə bilinir ki, Allah bunları yaratmaqla özün görsədir. Vasitə ilə görsədir. Mə'l vasitə. Dedi ki, ibarətdir. Bu təcəllidə əyan-ı sabitə vücud eyni ilə müttəsif deyildir. Deyir ki, bu təcəllidə, bu növ təcəllidə ki, hər şey zahirdədir, görürük. Bu əyan-ı sabitə, onlar ki, vardılar eşikdə, gözlə də görürük. Vücud eyni ilə, yəni eşikdə olmaqları ilə bərabər bizim zehnimizdən eşikdə. Ona görə deyirəm eşik. Vücud eyni ilə müttəsif deyillərdir. Bunlar indi bu nəcüldür, yəni deyir ki, vücud eyni ilə müttəsif deyillərdir. Buradan onu gəldi, inkar elədi, calibdir, mən baş tapmadım bunu. İndi nə demək istədi, onu baş tapmadım. Çünki əvvəl dediği sözü Allahın zuhurundan ibarətdir. Əyan, qabiliyyat və istedadat. Yəni bunlar eşikdə vardılar. İndi sonra deyib, elmi qeyb. Elmi qeybidəkilər bu vücud eyni ilə müttəsif deyildir. Məsələn deyirəm, məsələn ruh, pəri, cin, cənnət, cəhənnəm, bərzəx. Məsələn, bunlar o mənalardır, əgər desək. Məsələn, bunlar o şeylərdirlər ki, vücud eyni ilə müttəsif deyirlər. Yəni biz deyə bilmirik ki, ruh var ya yox, heç kəs deyə bilmir bunu. Yəni, Quranda da elə deyirlər, soruşurlar, Allah cavab vermir, deyir ki, o Allahın əmridir. Pəs bu orad etdi və elm və mərifət və eşq və məhəbbət əmsali kəmalatləri kəndi həqiqətlərində penhan və nabidadır, napeydadır həman, bida peyda. Deyir ki, nə mənə yetay misal vurur ki, niyə tapılmır o qeybidirlər? Mesela deyir, elm. Elm özü. Elm özü nədir məsələn? Biz bir şeyləri bilirik. Acaba bu elmin özüdür, yoxsa biz bir şeyə öz içimizdən, öz beynimizdə olanları ona veririk. Bunu deyir. Mərifət, arif olmaq, bilmək yəni. Eşq, eşq özü də deyir, nədir? Məhəbbət nədir? Bunların əmsali kəmalatlar, bunlar kəmaldılar. Yəni, onlar ki, yaxıcı bir şeydirlər, bunlar olmalıdır insanda. İnsanda iki şey, İslam dünyasında iki şey çox üstündə gedir. Bir kəmalat var, bir də rezalat var. Rəzilliklər var, qəbahat var, qəbihlər var. Kəmalat o sifətlərdir ki, onların olması insanda yaxıcıdır, toplumda yaxıcıdır. Qəbahat ya qəbihlər olardılar ki, onların olması pisdir. Toplumda ya insanda olması yaxıcı deyil, pisdir. Ona görə sifətləri iki yerə bölürlər. Bir kəmalat, bir də rizalatdır ya qəbahat. İndi beləsi deyək, mənim dilimcə desəm, məhəbbət və əmsali kəmalətləri kəndi həqiqətlərində penhan, deyir, əsli bunların özləri, özlülüklərində gizlindilər və napeydadır. Deyir ki, bəlli deyil nədir? Yəni, deyir ki, biz hər kəsin eşqi öz içindən bilir, özü bir şey hiss edir, ona deyir eşq. Amma eşq nədir? Dedim ki, alimlər, filsuflar, İslam dünyasında xüsusən deyirlər, məsələn, əql, özü insandan xaric bir əql var. Yoxdur. Amma burada görürsünüz ki, aynı deyir ki, bunların əsli nədir biz bilmirik. Yenə gedirlər Musul Əflatuna da, yenə bir, iki, neçə gün bundan öncə Əflatunun Musulu haqqında bir kitab oxuyurduq. Orada da dedik ki, Musul Əflatunda da deyirlər ki,
əslimiz bizim, hətta insan olaraq bizim əslimiz, məncə bu behiş cəhənnəm fikrinin əslini Əflatun namərd qoyubdu. Allah rəhmət eləsin. O namərd qoyubdu. Yoxsa heç bəlkə peyğəmbərlər bu behiş cəhənnəmdən danışmayacaqlar. O ki gəldi dedi ki, hər şeyin əsli bir ayrı yerdədir. Biz onun kölgəsi yox burada. Yəni mən özüm bir kölgəyəm əsli varlığımdan ki, o birisi dünyadadır. Oradan bunlar da çıxartdılar behişli cəhənnəmi. Hətta mən o şeyi oxurdum öğrencilik dövrümdə, üniversite öğrencisi olanda Komedi İlahi diye bir kitap var. Tərcümə olubdu Farsıya. İnanıram ki %90 təhrif olubdu. Amma onu oxuyarkən belə nəzərimə gəlirdi ki, yəni belə düşündüm ki, Məsihlərin cəhənnəmi buzdur. Müsəlmanların cəhənnəmi oddur. Niyə? Məsihlər çoxu quzeydə yaşırlar. Dünyanın quzeylərində yaşırlar. Məsələn, deyək ki, Avropanın quzeyləri buzluqdur, qaranlıqdır. İlin 6 ay qaranlıqdır. Gecə saat 3-də çıxırsan ki, görürsən gün var. 6 ay məsələn günüzdür, günüzü də günüzdür, gecəsi də günüzdür. Beləsi. Amma buzluqdur məsələn. Ya Kanada, ya Amerika, bunların da şimalları buzdur. O ərəblərinki də nədir? Cəhənnəm istidir da, istidə. Ondan görə məsələn hər kəsin öz coğrafiyasına görə məsələn behişdə bir tərif verə bilibdir. Məncə beləsi, amma vaqiət budur ki, yəni bilmirəm ki, hardan gəlibdir. O indi dedim bu iki misalı. Bunlar mənim zehnimə gələn bir şeylərdir. Mümkündür ki, bunlar olmuyor. Yəni coğrafiyadan behişt və cəhənnəm bu coğrafiyadan alınmıyor, yaşam tərzindən alınmıyor. Amma mənim düşüncəmdə yaşam tərzindən, yaşam yerindən alınıb, vətəndən alınıb əslində. Vətən əgər buzluq isə ya buzluq təcrübən var imişsə, onda sən deyirsən bura behiştdir, bura cəhənnəmdir. Çünki burada soyuqdur da, cəhənnəm bundan pis olar. Adam burada yaşaya bilmir, ölür, əziyyət çəkir. Yox, əgər isti yerdə olursan, yandırır səni, 1 saat, 2 saat, 5 saat susuz qalsan, ölərsən, tamam, burada deyirsən cəhənnəm belə olar da, adamı kəbab edir, yandırır. Yumurtanı sarıcının yarım dəqiqədə yumurta bişir. Yəni beləsi bir vəziyyətdə təbii ki, cəhənnəm o cür bir şey olmalıdır. İkinci, birinci elmi üstə dediyi birinə təcəlli elmi qeybi deyərlər. Elmi qeybi bilmirik, yəni dibin bilmirik. Bunların şəhadi dərlər. İkincisinə bəs təcəlli vücudiyə şəhadi. Şuhud, şahid, şəhid. Yəni şəhid yəni nə demək? Yəni ki, bu adam ölməyi ilə görübdür. Şahid olubdur. Şəhid olmaq yəni şahid olubdur bir şeyə. Niyə videomuz doldu? Onu bilmədim. Bir nəfər həttəmən zəng elədi və bizim videomuz dondu. Bəli, dondu ehtimalən. Bu dondu, amma bunun donmağına baxmayaraq biz bunu çox üzr istəyirəm. Bir dostumuz həttəmən məni çağırdı şeyə, canlı yayına, o cür görünür. Ona görə bizim bu tamam, o da düzəltdik. İkinci bölüm olur burada. Cəhalət mühəndisliyinin 200 birimcisinin ikinci bölümünə gəlirik bu Instagramda. Çünki təəssüflə fikrim dostların biri canlı yayına dəvət elədiyi üçün o mənim bölümüm kəsildi. Hər halda kitab oxurduq. Kitabımızın adı Farziyə Tərcümi Eşq, şərh bir qəsidənin tərcüməsidir türkcəyə. Bu kitab adını qoyublar PDF-də Farziyə, amma tərcümi Eşqdir. Adı tərcümətül Eşq, şərh Tuhfə Səlahi. Şərh Tuhfə Səlahi də yazanın adıdır, türkcə yazanın adıdır.
Qəsidə-i Xumriyə Farziyədir adı. Ehtimalən 1214-cü ildə ya 1284-cü ildə yazılmış bir əl yazmadır. Mövzusu qəsidədir və əsl yazar, yəni o ərəbcə yazan qəsidə sahibi da Şərəfüddin Əbu Hafs Ömər ibn Əl-Sədi ki, mərufdir İbn-i Fariz-il Misriyə. Tamam, bunu oxurduq, yetişdik bura ki, dedi, iki cürə təcəlli elər. Biri qeybidir, yəni dedi ki, birinə elmi qeybi, təcəlli elmi qeybi dərlər. İkincisi, burada qalmışdıq. İkinci, təcəlli vücudi, şəhadi deyərlər. Vücudi, yəni vacib, eşikdə vardır, var. Vücudu var, varlıq. Vücud, varlıq. Varlıq və şühudi, şəhadi, yəni biz onu gözlərimizlə görə bilirik, bədənimizlə hiss eləyə bilirik, qulağımızla ehtimalən eşidə bilirik, burnumuzla iyləyə bilirik, çəkə bilirik, ağzımızla, hər yeri ilə bunu dada bilirik. Bunlar yəni ola bilər. Yəni hərəsi bir qismət olur. Amma bunlar hiss eləmək istəyirəm deyəm. Deyir ki, vücudi şəhadidirlər. Ruhən və misalən və hissən. Gəlin, mən dediklərim, ruhən, misalən, hissən, əyanın istedad və qabiliyyətləri həsəbilə Cənab-ı Haqqın vücudunun zuhurindən ibarətdir. Deyir ki, siz bunu ya ruh cəhətindən, ruhuzda, ya misalən, dedik ki, misal dediği bu şeydir, Musul-i Əflatundur. Və hissən, yəni hiss eləyəsiniz. Ya əyanın, əyan dedik zahirdə gözümüzdən görək, hiss eləyək, eşidək, bunlar da hər şey. Bunlar istedad çıxar və qabiliyyətləri, genelde qabiliyyətlə istedad bizim türkcəmizdə hər ikisi ola bilər ki, çıxar olsun, çıxarları olsun, dəyişmək şeyinə, həsəbilə, istedad və qabiliyyətləri həsəbilə. Məsələn, deyək nə mənə, bir dana əlimizdə bir buğda var, ya bir toxum var. Bu toxumun qabiliyyəti və istedadı nədir? Şərait müsait olsa, bu bir ağaca, bir gülə, bir şeyə çevirilər. Şərait müsait olmasa, buna deyirlər istedad. Yəni bu, bil qüvvə, bu dənə ağaçdır. Əgər şərait buna mühəyya olsa, bitsə, hər şey bunu, heyvanlar yeməsələr, adamlar əzməsələr, kəsməsələr, su olsa, soyuq olmasa, gün yandırmasa, 1000 dana üz verməsə, bu ağac ola bilər bir zaman. Bu istedad bunda var. Buna deyirlər istedad və qabiliyyət. Əyanın istedad və qabiliyyətləri həsəbilə, həsəbdəki hesabda, yəni bu şeylə Cənab-ı Haqqın vücudunun zuhurindən ibarətdir. Dedik ki, hər nə ki görürük, bu Allahın zuhuridir İslamda filsufları və alimləri düşüncəsində. Əl üzərinə mütərəttibdir. Əvvəlinci təcəlli nə idi? Təcəlli qeybidir. Dedik ki, misli ruhdur, misli məhəbbətdir, misli eşqidir, misli mərifətdir, misli elmidir. Dedik, bunlar nədir? Bunlar, biz bilmirik bunların zatı, künhü, dibi nədir? Biz bir şeylərə elmi deyirik. Amma bu ki, biz dediklərimiz doğrudan elmidir, ya elmi deyil, onu bilmirik. İslamda belə baxırlar, fəlsəfədə belə baxırlar əslində. Bu şeyə rəbti yoxdur. Bu İslama, müsəlmançılığa rəbti yoxdur. Əcəba biz bilirik, məsələn, almanın zatı nədir? Elm oturanda buna oturuq, xasiyyətlərin araşdırırıq da, deyirik, bunun qabığı var, bir belə faizi sudur, bir belə faizi, məsələn, nə bilim, filan şeydir, bir belə faizi vitamini filandır, bir belə də vitamini bəhmandır, bir belə də mineralı vardır, dəmiri vardır, filanı vardır, bəhmanı vardır. Proteini var, yoxdur, bunları danışırıq. Əcəba bu, alma bunlardan ibarətdir, yoxsa bunların hamısından ibarətdir əlbəttə, burada biz gördüyümüz. Amma əcəba elm almaya, alim olmaq, mərifət tapmaq, bunları bilmək, yəni alma, yoxsa alma bir ayrı bir şeydir. Biz indiki elminə bundan izafə bilmirik ki, bunlar dediyimiz
dərisidir, vitaminləridir, suyudur, filanıdır, bəhmanıdır. Bundan izafə diruqların hamısından diruq alma, yığışıb bir yerə bu şəkildə olanda diruq alma. Amma mümkündür 1000 ildən sonra, 500 ildən sonra, 50 ildən sonra, 10 ildən sonra almadan bir ayrı tərif verək. Deyək ki, bu almalıq bunun bu şeydir. Bu bizim elmimizin gündəlik dəyişməyi ilə ilgidədir. Tanıdığımız miqdar, o miqdara ki tanıyırıq, o əndazə, o qədər ki tanırıq, o qədər elmimiz var. O qədər ki tanımırıq, o qədər elmimiz də yoxdur ki, dünyanın deyək ki, məsələn 1 kilodur, biz onun 1 qrəmini də tanımırıq hələ, insan olaraq. Çünki tanımaq, biz hələ taza yetişmişik tanımaq dövrünə. Cənab-ı Haqqın vücudunun zuhurindən ibarətdir və bu ikinci təcəlli əvvəl üzərinə mütərəddibdir. Əvvəl o ən başda odur, onun üstünə budur. Yəni Allahın əvvəl təcəlli qeybidir. İkinci təcəllisi sizin, mənim, ağacların, güllərin, suyun, quşun, heyvanların yaranması, dağın, dərənin, səyyarələrin yaranması, sitarələrin yaranması, ulduzların yaranması, bunların hamısı bir şey. O birinci qeybi elmin üzərinə ki, bizim xəbərimiz əsla yoxdur, nədir? Rubəna da bunlardan ibarətdir ki, biz varıq. Tamam. Hər kəmalat ki, təcəlli olda, əyanın istedad və qabiliyyətlərində mündərəc idi, anın məzhəri olur. Pəs bu beytidə müdamədən murad nazim qıddəsiz ruhu məhəbbət zatiyyə və şürb-i müdamədən murad mərtəbi əyanə sabitədə istedad və qabiliyyat məhəbbət zatiyyə qəbul edən kinayədir. Tamam, getdi gene şeirə. Deyir ki, indi qeydaq şeirə deyəndə deyir ki, mündərəc idi, anın məzhəri olur, Allahın məzhəri odur. Pəs bu beytidə, bu beyti ki oxuduq ərəbcə idi, deyir ki, müdamət sözü, müdamədən murad dedik, yəni iradə olunmaq. Əradə, yuridu, iradə, murad, murid. İndi murad, yəni iradə, o şey ki iradə eləmişuq, qəsd eləmişuq, murad o anlamdadır. Nazim yəni şair. Qəddəsi sirruh ki, onu dua edir, Allah rəhmət eləsin. Mühəbbət-i zatiyyədir. Deyir ki, pəs bu müdamədən mənzur nədir? O, dedik ki, məhəbbət nədir? Elmi qeybidir. Deyir ki, elmi qeybidən məhəbbət zatiyyədir. Yəni, müdamədən mənzuri şairin məhəbbəti elmi qeybidir. Elmi qeybidir də məhəbbətdir. Və şürb-i müdam. Şürb-i müdam deyəndə nədir? Orada müdamədən oydur. Şürb-i müdamidən murad mərtəbi əyanə sabitədə istedad və qabiliyyat məhəbbəti zatiyyəyi qəbul edən kənayədir. Deyir ki, tək özü müdam, özü məhəbbət ya elmi qeybidir. Amma o zaman ki buna şurb-i müdam gəlir, ikisi bir tərkib olur, bir kəlmə ibarət olurlar, bir anlama yetişirlər, deyir onda murad əyan-ı sabitədir. Eşikdə adamlar, dağlar, dərələr, güllər, quşlar, heyvanlardırlar, ağaçlardırlar, meyvələrdirlər. Əyan-ı sabitədə istedadat, içində olan istedad. Biz ola bilərik dünyanın ən qaçanı olaq, hızlı qaçanı olaq. Ola bilərik ki, ən dərin üzgüçü olaq. Ola bilərik ki, göylərə gedən olaq. Ola bilərik ki, 1000 yaşında olaq. Ola bilərik ki, səhər olaq. İstedadımız hər şeyə var, çıxarımız hər şeyə var. Şərait müsait olsa, mümkündür 1 milyon il ömr eləyək. Şərait müsait olmasa, mümkündür ki, elə 1 dəqiqədən sonra ölək. O istedad buna deyil. Burada o məhəbbəti zatini qəbul eləmək imkanımız var bizim. İstedadımız, çıxarımız vardır ki, o məhəbbəti zatini elmi qeybin bir miqdarını qəbul eləyək. Və zikri həbibidən murad. Orada zikri həbib dedi ya demədi, qeydib şeirə baxmalıyıq. Görək ki, həbib demiş miydi, yoxsa deməmiş miydi? Dedi, bəli, zikrül həbib. Deyir ki, və zikri həbibidən murad
əyan-ı sabitə məzhər-i təcəlli qeybi olduqlarıdır. Deyir ki, burada da düzdür ki, əyan-ı sabitədən danışırıq. Həbib, zikrül həbib. Murad əyan-ı sabitə, məzhəri. Bunlar nədirlər? Zuhurgahdılar. Zuhur olan yerdilər. Yəni Allahın təcəlli qeybisi onlarda zuhur eləyəndir. Məsələn, biri bir kəsi sevir, demirik. Fərq eləməz, kişi olsun, xanım olsun. Bir ayrısını sevir. O sevgi Allahın zuhur elədiyi insandır. Bunu istir deyə. Kuntu kənzən məxfiyyən fəəhbəbtu ən a'rifə və xalaqtul xalqa. Hədis gətirir. Bir dənə hədisdir bu, Allahın dilindən. Mən bir gizlin gənc idim, yeraltı qaynağı idim. Məxfiyyən, kənzən məxfiyyən fəəhbəbtu. Amma sevdim. Sevdim ki, neymiyəm? Ən a'rifə, üzr istəyirəm, ən a'rifə. Sevdim ki, məni tanıyalar, məni bilələr kiməm, nəyəm. Mən bir məxfi, bir gizlin bir varlıq idim. İstədim ki, məni tanısınlar. Fəxəlaqtul xalqa. Ondan dolayı gəldim bu adamları, bu varlıqları, zatları xəlq elədim ki, onlar bilsinlər ki, mən varam. Belə bir hədis Allahın dilindən cəl eləmişik biz insanlar. Bilmirik nədir, amma onun dilindən kuntu kənzən məxfiyyən fəəhbəbtu ən a'rifə fəxəlaqtul xalqa. A'rifə fəxəlaqtul xalqa. Tamam, buranı da oxuduq, gedək indi davamına. Və bu məhəbbət-i zatiyyə işarətdir. Deyir, bu hədis ki, burada oxuduq, məhəbbət-i zatiyyə, Allahın o zati məhəbbətinə, yəni özünün, Allah özü məhəbbət istir deyə. Allahın zati məhəbbətdir. Allahın zatində cinayətkarlıq yoxdur, şikəncəgərlik yoxdur, intiqam almaq yoxdur. Çünki olmaz ki, Allah həm iki dana ziddi sifət olsun. Bir kəmalat və rezalət, bilirik ki, şikəncə rezalatdır. Zor rezalətdir. İnsanda belə rezalətdir. Hələ qala ki, Allahda. Allah məcmu-i sıfatı kəmaliyyə deyirlər müsəlmanlar, amma cəlibdir ki, buna əcib sifətlər də verirlər ki, insanlarda var. Naqis insanlarda var. Kamil insanlarda yoxdur. Kamil insan deyəndə insanlar nisbidirlər, yəni zaman içində. Amma o insanlar ki, özləri bir həddəcən yetişiblər, dünya malından qırıblar özləri, malikiyyət hissinə girməyiblər. Bizdə niyə cinayətlər çoxdur insan içində? Çünki hissi malikiyyət var. Malikiyyət hissi mənim olsun, o da mənim olsun, bu da mənim olsun, onu da alın, bunu da alın. Bu hissi bizi cinayətə, şikənciyə, öldürməyə, insanlara əziyyət verməyə aparır, heyvanlara əziyyət verməyə aparır. Amma o yerə yetişək ki, dünyadan qəni olaq. Deyək ki, mən özümüzə bir aramış gəlsin, içimizdə bir sənginlik otursun içimizdə. Deyək ki, onda nə deyərik? Onda deyərik ki, nə ehtiyacım var ki, daha çox alım. Bundan ötürü də gedim, çox almaq üçün də gedim bu insanları oğurlayım, vurum, döyüm, əzim, kəsim. Hırs, çox almaq, çox malik olmaq, çox şeyin yiyəsi olmaq, hırsı insanlarda zülm-i cinayəti yaradır. Və heç heyvanda bu qədər hırs yoxdur. Heç heyvanda. Tamami heyvanlar qarınları qədər öldürərlər heyvanları. Yəni, bir dənə heyvanı öldürür, bəzi heyvanlar hətta o öldürdüyü heyvanı yanında oturur, acalanda onu yesin. Ya götürür, daşırır, aparır, onu bir yerdə gizdir ki, yenə acalanda onun qalanını yesin. Da gedib daha diri heyvan öldürməsin. Amma biz insanlar o cür deyirik. Biz insanlar tarix görsədir ki, biz insanları öldürməkdən ləzzət aparmışıq. İndi də o cürdür. Mən bir video gördüm, İranlılar Suriyədə insanların gözünü bağlayıblar. Adamları gətiriblər
bir quyu qazıblar, bir quyu qazıblar. Orada indi neçə nəfər, neçə 100 nəfər öldürəcəklər. Orada quyulayacaqlar. Adamları təpi ilə vururlar. Adamlar da görmür. Üst-üstə gedirlər, düşürlər ora. Sonra da onları bağlayırlar rəcbara və sonra onlar keyf eləyirlər. Qədimki əkslərdə biz bilirik ki, Afrikada, bu Amerikada, Kanada adamları öldürürlər. Kanadada, İranda, hər yerdə ciddi quşları vururlar ki, biz bu təfrih edirik. Heyvanları, yəni tamam heyvanları vururlar, öldürürlər ki, biz bir kef eləyək, gülləni mən hədəfə vurdum, vurmadım. Bir dənə bunu imtahan eləmək üçün daş qoy, daşı vur. Niyə canlının canını alırsan? Çünki biz insanlarda təfrih üçün, təfrih yəni şadlığımız üçün, gülmağımız üçün, kef eləmağımız üçün eləyə bilirik, adam öldürək, heyvan öldürək, canlının canını alaq. Heyvanlarda bu yoxdur. Bir də dedim, mənfəətimiz üçün, qazancımız üçün. Heyvanları niyə öldürürük? Buna görə ki, pulumuz olsun, qazancımız olsun, evimiz olsun, arabamız olsun, təyyaramız olsun, bağımız olsun, bərəmiz olsun. Yəni, hər şey bizim olsun. Mühəbbət-i zatiyyəyə işarətdir. Bu təqdircə zikrin həbibə izafəti məsdərin failinə izafəti qəbilindəndir. Və bu mürtəbədə sükridən murad, indi yenə getdik şeirə. Sükr ki var idi şeirdə, murad istidadat sükrüdür. Yəni, bizim çıxarımız var ki, məst olaq. Əqlimiz geçsin. Əlbəttə, mən deyə bilərəm ki, məstlik oyu ki, biz İranda görmüşük, ərbədə çəkirlər insanlar falan, o deyil. Mən Avropada gördüyüm, Kanada, Avropa deməyək. Avropada gördüyüm insanlar məst olurlar. O şey ki, arpa suyu deyirlər, o bir. Ya o şey ki, şərab deyirlər, əraq deyirlər, vodka deyirlər. Bunları insanlar içirlər. Əvvələn, bir məsələn, abzor şüşəsini götürür, görürsə ki, bir dənə məclisinin əvvəlinin axırıca ondan kef edir. Yəni, içmir ki, dəli divan olur. Onu yavaş, yavaş içir. Çox da aqil olur o zamanlar. Çox aqil olur. Əqli aradan getmir. Aqil olur. Özün dəlilğə vurmur. Bir insan içir, bu ibbətin içir, mən içəcəyəm, hər nə ki zehnimdə vardı, onu deyə bilməmişəm, deyəcəyəm, eləyəcəyəm. Məsələn, söyüş verə bilmir, özgəyə əl ata bilmir, namusuna təcavüz edə bilmir. Amma ürəyində var bunlar. O əraq içir, bunları zuhur edir onda. Amma biri də deyir ki, yox, mən bunun içində özümü kontrol edəcəyəm. Birdən məsələn bir şey deyərəm, mənə yaraşmayan bir iş görərəm, ailəmə, özümə, şəxsiyyətimə, işimə, gücümə, savadıma, toplumda mənə inandıqları şəxsiyyətimə bir zərər gələr. Görürsünüz ki, mən bunu çox görmüşəm məclislərdə. Bəzilər görürsən ki, elə darqaşayıqdılar. Məsələn, İranlıların bir çoxu darqaşayıqdılar. Yəni, bunlar özü bilir, haqqını da bilir. Mən bunu bir belədən izafi işsəm, maşını sürə bilmərəm. Maşını sürməməliyəm. Çünki bir belə, mənim məsələn, bir belə içəndə yarım, 1-in 10-dan 8-i qədər, məsələn, 100% deyək da, 100%-in, o 1-in özün 10 yerə bölür, deyir ki, bunun 10-da 8, yəni 80%, 1-in 80% qədər içə bilərəm. Çünki, məsələn, mən burada 2 saat qalacağam, ya 5 saat qalacağam, bu məsələn mənim canımdan gedəcəkdir, maşın sürə bilərəm. Amma İranlı cəmaət, görürsən ki, məsələn, gördü ki, burada müftə əraq var, ya müftə abcu var, dalbadal 5 dana, 6 dana, 10 dana, 18 dana, mən bəzi adamlar görmüşəm, 20 dana birdən, məsələn, şat deyə içirlər. Gəlir, özün batırır, dünyanı batırır, bildiğin, bilmədiğin dava salır, bıçaq çəkir. Bu nə deməkdir? İnsanın içində, yəni, mən gördüyüm halətdə, yəni mən gördüklərimi deyə bilərəm, insanın içindəki eşiyə tökür, ailə tərbiyyətin, içindəki o ruhu eşiyə tökür. Bəziləri onu özlərinə, üzünə nüqab çəkirlər, özündə deyildi, bu işi görmüşəm, yox, mən belə deyiləm, mən bu işi görmüşəm, yox, o elə özünsən. Onu özü o pərdə çəkirsən ki, rahat mən edə biləm, məsələn, gedəm, hər nə iş görürəm, görəm. Amma bəziləri də buna şeyləri var, arifdirlər buna ki, mən bunu əgər içirəm, özümün davranışıma, deyişimə,
gəlimə, gedimə, oturma, duruma diqqət eləməliyəm. Sonra da əgər bir zərrə də bilsələr ki, vaqəən bunu da görmüşəm ki, hiss edir ki, mən alkol var bədənimdə. Onda maşını sürmür. Telefon edir, maşın, taksi gəlir, bunu aparır və maşını qalır orada. Sonra sabah bir gün gedir o maşını götürür ki. Yəni bu qədər də o təkliflərin bilirlər. Bizdə belə bir şey yoxdur. Bizim İranlılar görürsən ki, məst eləyibdir. Yox, ağa, ev sahibi ya, o toy sahibi falan deyir, ay çıxma, sən şeysən. Sənə maşın çağırım gəlsin. Bizim adamlarımız sən aparsın. Maşını biz gətiririk. Yox, mən sürərəm. Sürür gedir. İndi Allah rast gətirir, məsələn, təsadüf edir ya eləmir, o Allah rast gətirsini biz deyək. Sükrüdən murad istedadı sükrüdür. Biri məşrub içə içməyə, onun istedadı sükrü vardı. Mənim özümdə bu istedad çoxdur. Mən məsələn dostlarımızla bir yerə toplansaq, bəzi dostlarıma etimadım var, inanıram. Azdan çoxdan etimadım var. Mən deyim ki, heç kəsə %100 etimadım yoxdur. Amma bəzi dostlarımız vardı ki, onlara biraz inanıram. O inandığım keyflənlər. Orada toplanan insanların keyfi ilə keyflənirəm. Yoxsa o içməli sudur, mən onu içirəm, onunla mən keyflənmərəm. Amma, yəni ümumi vəziyyətdə keyflənmərəm. Amma o cəmdə o suyu mən içsəm keyflənirəm. Yəni, hər bir şeylə mən çox rahatca qalıbdır da, dedim, o cəmin keyfinə qalıbdır. Təbii ki, Allah göstərməsin, bir müsibət olsa, bir narahatsız olsa, işte içməyə ehtiyac yoxdur, heç kəs də içməz. Orada da təbii ki, adamın gözündən, ya ruhundan o kədər tökülür. Və orada bir kərəm sözü işlətmişdi ərəbcədə və kərəmdən murad kesrət-i vücudi eynidir. Kərəmdən murad deyir ki, mənzurumuz çox gözəldir. Biz bunu oxusaq axirətən gəllik eləyə bilirik ki, irfani şeirləri, irfani düşüncələri anlayaq. Bu ona gözəl bir mənadır. Yəni məsələn deyir ki, kərəm şeiri də nə mənasına işlənib burada? Deyir ki, kərəmdən murad nədir? Kesrət-i vücudi eynidir. Kesrət-i vücud yəni hər şey ki eşitdə görürük, bunlar çoxdular da. Biz milyonlar ağaçlar, güllər, qanatlar, meyvələr, quşlar, heyvanlar, dağlar, dərələr, torpaqlar, xiyabanlar, gözlər, yerlər, ulduzlar falan. Bunlar hamısı eyniyyat-ı kəsirədir. Kesrət-i vücud eynidir. Vücud eşikdir, eyni yəni görürük, hiss edirik, eşidirik. Bunlar bizim eyni bunlardan ibarət. Yəni təcəlli elmi qeybidə əyan-ı sabitə miz əyab sabitəmiz şərab sifəti əyat sabitə. Min şərab. O şərab ayrı bir şeydir. Mən getdi, qatdım bir-birinə. Yəni təcəlli elmi qeybidə əyan-ı sabitə. Elmi qeybin təcəllisidir. Dedik ki, elmi qeyb də nələrdir? Da onu dedik ki, iki yerə bölür. Təcəllini, biri təcəlli elmi qeybidir, biri təcəlli eynidir, vücuddur. İndi təcəlli elmi qeybidə əyan-ı sabitə. Min şərab sifət muhabbət zatiyə qabil və müstəid olub səbəbi istedad sükrümüz oldur ki, sabitəmiz, pəs beləsi olacaqdır. Elmi qeybidə əyan sabitəmiz sabitəmiz. Şərab sifəti məhəbbəti zatiyyədir. Əvvəl bunu bilək, şərab ki orada işlədir ki, bu sifəti zatinin məhəbbətin şeyidir, zati sifətidir. Şərab məhəbbətə verilmiş bir sifətdir. Əvvəl deyir, məhəbbət deyir şərab. Qabil çıxarı var, müstəid çıxarlıdır. Olub, səbəbi istedad sükrümüz oldur ki, bizim niyə deyir məst olmaq çıxarımız var, istedadımız çıxarımız var? Oldu ki, bu qəbul və istedad zuhur kesrət vücud eynidən əqdəmdir. Əqdəm yəni qədimi tərda, əqdəm. Dedik ki, dünənki bəhs edik ki, qədim yəni o ki, əvvəli yoxdur. Varmış ki, varmış. Əvvəli də yoxmuş. O şey də ki, axiri də yoxdur. Ona dedik ki, əzəlidir. Və o şey ki, nə əvvəli var, nə axiri var. Ona dedik ki, nə deyirlər? İndi onu yadımdan çıxdı, ona nə deyirlər? Calibdir, onu yazmışdım. Sərməd. Sərmədi deyirlər.
İstedad sükrümüz oldu ki bizim istedad məst olmağımız, ağlımızı əldən vermək nə anlamdadır? Bu qəbul istedad zuhuri kəsrət vücud eynidən əqdəmdir. Deyir ki, vücud eynidən qabaqlar o bizim istedadımız ki, o məhəbbət zatini qəbul edirik. Onun mənsurdur. Şərabı bu anlamda gətirir. Rübaiyyə. Bir dana şeir gətirir. 4 bəndili. خوش آنچه برون ز عالم سر و علن نی راحت روح دیده نی زحمت تن در زاویه کتم عدم کرده وطن در زاویه کتم عدم کرده وطن من بودم و عشق تو و عشق تو و من بودم و عشق تو و عشق تو و من بودم و عشق تو و عشق تو و mən. Gözəl bir şeirdir. İndi bunun tərcüməyə ehtiyacı yoxdur. Görək nədir? Yaxud şurbi müdamədən murad ya da deyir bir oydu işlədik. Yəni bu məhəbbəti zatidir ki, insana şey verir. Ya da deyir ki, yaxud ya da ki şurbi müdamədən murad nazim aləm ərvahidə sifət-i məhəbbət zatiyyə ilə mütəhəqqiq olmaq ehtimali vardır. Nazim, şeir yazan belə düşünübdür ki, aləm ərvahda, ki dedik aləm qeybidir, sifət-i məhəbbət zatiyyə ilə mütəhəqqiq olmaq, yəni onunla bir-birinə yapışmaq olmaq ehtimali vardır. Bu ehtimal vardır ki, biz öləndən sonra qeydaqçılıq dedim, aləm müsüldür da, gedir oradan yenir, ondan yapışaq, birləşək o məhəbbətinə. Zati məhəbbətindən, əsli məhəbbətindən ki, biz onun kölgəsini bu dünyada yaşırıq, onunla gedib birləşməyimiz gərəkir. Məstər məf'ulinə izafəti qəbilindən olur və sükr, həqiqəti sükr olur. Həqiqəti sükr, sükrün həqiqəti. Ki, müşahidi cəmal və cəlal haqda ərvahi kimlinin heyman və heyrətindən kinayətdir. Deyir ki, müşahidi cəmal və cəlal haqda ki, dedik, bunlar Allahın cəmal və cəlalından danışır. Cəmal Allahın sıfatı, cəlal Allahın gücü və görsəndiyi, təcəllisi, təcəlligahı, cəlal, o təcəlli də ondandır da, cəlaldan gəlibdir. Həman anlamdadır. Yəni, görüntüsü, Allahın görüntüsü, cəmal da sifəti. Məsələn, deyir, Allahu cəmilun yuhibbul cəmal. Allah gözəldir, gözəlliyi də sevər. Ya gözəli də sevər. Hər ikisini demək olar. Mənim də şuarımdır. Olur ki, cəmal və cəlal haqda ərvah kimlinin heyman və heyrətindən kinayətdir. Deyir ki, onda indi heyman və heyrət olacaqdır da. Yəni, canının tənə təəşşüqündən əqdəm düstün yadı üzərinə, yəni canın tənə təəşşüqündən, təəşşüq eşq vərzidən farsça, sevgisindən, sevgilənməsindən, sevgi düşməsindən, sevməsindən hətta, canın, ruhun, can burada ruh anlamındadır. O şey ki, bizim içərimizdə bir hissilərimiz var, o anlamındadır. Tənə, bu dəri, ət, qan, buna təəşşüqündəndir, sevgisindən, aşıq olmasındandır. Canın, ruha aşıqlığı var, diri qalmaqlığa aşıqlığı var. Əqdəm, dostun yadı üzərinə, dostun xatırımıza gətirmək üzərinə şərab, məhəbbəti nuş elədik ki, şahidi cəmal və cəlalidə ərvahimizin məst və heyranlığı ol şərabın keyfiyyətindən idi. Getdi, bu da şey. Rübaiyyə. Zan pişə xezr can fetəd در ظلمات زان پیش که خضر جان فتد در ظلمات در چشمی تن روان شود آب حیات خوردیم می عشق ز خمخانه ذات بیکام و دهان رجام اسما و sıfat. Molla Cami Qəddəsə Sirru Həzrətləri buyurmuşlar, əgər dinilirsə, yəni qulaq asırsınız. Cih vücud ərvah əşbahidən əqdəm olmağa
mövqufdur. Bu isə məzhəb-i hükəmada müsəlləm deyildir. Zira onların indində vücud ərvah husul məzac və təsviyə əşbahidən sonradır. Və amma və İmam Hüccetül İslam əleyhir rəhmətül Allam Həzrətləri dəxi bu əmrdə onlara müvafiqət eyləmişdir və o xəbər məşhurdur ki, İnnəllâhe Teala xaləqəl ərvahə qəbləl əcsadi bi əlfi amindir. Bu və belə həml eyləmişlər ki, ərvahidən murad məbadi silsili vücud olan ərvahi mələkiyyədir. Hükəma uqul və nüfuz təbir edərlər və əcsaddən murad əcsad aləmdir ki, ərş və ərş و کرس و افلاک و انجم عناصر در جواب عناصرdır. Cavab verilir ki, Şeyx Kamil və mühəqqiq Sədrəddin Qunəvi Həzrətləri. Bu Sədrəddin Qunəvi kimdir? Bunu baxaq görək ki, əcəba biz bunun haqqında bir şey tapa bilirik. Bu Sədrəddin Qunəvi kimdir? Sədrəddin Qunəvi Həzrətləri kimdir? Burada bir nəqqaşı da çəkiblər bu Sədrəddin Qunəvidən. Görək bu kimdir? Məhəmməd ibn İshaq ibn Məhəmməd ibn Yusuf ibn Ali müləqqəb bi Sədrəddin və mükennab ابوالمعالی و مشهور به گونوی در سال 605 یا 606 یا 607 قمری در گونیه به دنیا آمد. یکی از دانشمندان علم فلسفه و عرفان می باشد. Türk bir adammış. Orada Quniye'də doğulubdu. Quniye şəhri در روم məmləkət Rom və 260 سال پایتخت سلجوقیان بوده است. و دانشمندان هر دیار را حکما و عالما و عرفا را بسیار رعایت می نمودند. وصیت‌نامه فلان پدر نصرالدین. Tamam deyir ki, gəldik bura. Pəs dedi ki, Şeyx Kamil və mühəqqiq Sədrəddin Qunəvi Həzrətləri bəzi rəsailində təhqiq və təfsil buyurmuş ki, umum adəmiyanın vücud nüfus cüz'iyyə insaniyyəsi husul məzacidən sonradır. Amma kemal və xavasun vücud nüfus külliyyədən murad ol nüfus cüz'iyyədir ki, mərtəbi cüz'iyyədən külliyyəyə tərəqqiyə onlarda istedad ola və sifat təqyidiyyə ərziyyədən bir heysiyyət ilə münsələx olarlar. Münsələx olmaq yəni soyunalar. İndi də çox məni eləmirəm, çünki kitabı oxuyayım, biraz gedim qabağa. Ki, kəndi külliyyatına ovdət edib, ana müttəsil ola. Zira zəvat-i nüfus cüz'iyyətləri heysiyyətindən məbdə o əvvəli müşahidə muhalidir. Əhli şuhud indində müttəfiqun əleyhidir ki, nüfus cüz'iyyəti heysindən külliyeyi müşahidə edəməzlər ki, ana ovdət edib müttəsil olalar və mərtəbi cüz'iyyədən külliyeyə tərəqqiyə istedadi olanlar mirac ruhaniyyədə təbəqətən bədə təbəqətin külliyata müttəsil olduqlarında hər ittisalda istidadən və vücudən və nurən və bəsirətən istifadə və aql ola intiha və ittisallarında müşahidi məbdə ola müstəid olurlar. Bu həqir-i kəmbəzaət və pürtəqsirün aql-i qasirinə nisbət ilə bu maddədə əshab-ı hikmət ilə ərbab-ı həqiqətin beyinləri min vəcə tevfiq və bu günə təhqiq olunur ki hükəmanın ruhindən muradləri ruhi heyvanidir. Bu isə əlbəttə husul məzac və təsviyə əşbahidən sonra mövcud olur. Zira ruh heyvani dedikləri xülasəyi
غدا ki dəm rəqiq və musaffadır, cövf qəlbidən müstəmi olub hərarət ərizilə andən bir buxar لطیف حاصل و مجاری اعصاب و عروق جاری و جمیع اخطار تن و زوایای بدنه ساری و متواصل olup اصل اصول گوای موجبت الانتعاش و ماده حواس ظاهرشناس بلکه جوهر عقل معاş olur ki اهل hikmetin ruh itlaq etdikleri bu buxar-ı latifiden ibarətdir. Görürsünüz ki, burada təqribən bir növ qandan danışır əslində. Amma qan demir adı. Bunun adını qoyur buxar-ı latif. Buxar-ı latifidən ibarətdir. Bu ruh müqəvvim və qaim də cins-i heyvanatidən بهایم و انعام و افراد انسانیدن خواص و عوام مشارک و مساهمدür و ارباب حقیقتın ruhinden muradları ruh insani qudsi safidir ki ana ruh izafi derler ve bu ruh مسعود حصول مزاج و تصویه اشباهیدن مقدم موجود olduğu hadis nebevi ile مسبوط و مشهودdur. كما قال عليه الصلاة الودود الارواح جنود مجندة فما تعارف منها ائتلف و ما تناکر منها اختلف. Burada bir şey dedi. Bu indiketməkdən qabaq. Tamam. Biraz da oxuyaq və gedək səhifəmizin axirinə. Ya da elə burada qoyaq gedək səhifəmizə bir məsələn PDF-in 10-cu səhifəsinə, yəni kitabın 20-ci səhifəsinə bir baxaq, görək ki, nə var? Bura baxaq. Kitabidən oxumaqla, burada şeirə gələk da, şeirdən başlayaq. Və qalə qəddəsə sirruhul əziz, gəlir şeirdən gedir bir misrə oxur. Vəlau nəzərən nədəmani xətəmə innə ləha la sukrahum min dünəha zalikəl hatem belə bir şey, hatem belə bir şeydir. Nedman zəmm nun ilə nudman haradaydı bu nudman? Nudman, bəli, vəlu nəzərən nudmani. Nudman zəmm nun ilə nədimin cəmidir. Nədim sözünün cəmi nudman olur. Raifukə, rəğifuk cəmi rəğfan. Rəğif sözünün də cəmi rəğfandır. O haradaydı? Onu bilmədim. Gəldiyi gibi. Deyir, misalım vurubdur. Deyir ki, necə ki nudman, nədim sözünün cəmidir. Rəğif sözünün də cəmi ruğfandır. Gəldiyi gibi. Yaxud fəth nun ilə əgər desək, nədman desək, ilə siği müfrəddür və bu təqdiricə zəmiri cəm ircai məna etibari ilə olur. Zira cinsidir. Lam tərif gələk. O cinsidir, lam ki deyir onun burada əlif lam, o əlif lam tərifdir. İngiliscədə de deyirlər. Əfrad yəsadi, pəsadi, besadi, bilmirəm nə olur. Hər üçünü də oxudum, amma heç birisində məni vermədi. Əfrad pəsadi şamildir və xətəmə aləş-şey'i xətmən bir şey üzərinə möhr urmaq mənasındadır. Və bunda xətmidən murad möhrüdür. Orada bir yerdə xətm kəlməsi ki işlədib üstə. Ən-nudmanı xətmə inna ləha. Orada deyir ki, xətmidən murad möhr urmaq mənasındadır və bunda xətmidən murad möhrüdür. Mənayı məsdəri dəkildür və ənə zərf mənasındadır. İçində gərək şərab olsun, gərək qeyri olsun. Bir deyir ki, burada ənə ya ena deyir bu zərf anlamındadır. İçində şərab olsun ya qeyri şərab olsun, fərq eləməz. Ənə zərf mənasındadır. İçində gərək şərab olsun, gərək qeyri olsun. Cəmi aniyə, əniyə gəlir ya aniyə gəlir. Və aniyənin cəmi əvani gəlir. Aniyə özü də cəm olar.
ənə, aniyə, cəm. Aniyənin özü də cəm bağlanır. Cəmi mükəssər deyə ehtimalən. O da əvani gəlir və inaiha da ki gəlmişdi, orada əvvəl yazılmışdı. İnaiha və dunəha zəmirləri, bu dunəha hardaydı? Dunəha da bu birisi misrədədir. Mudaməyə ki bu da mudamə, orada şeiri qabaqda oxumuşduq, ona aiddir. Görək burada nə deyir? Kərəndiman, aha, tərcüme-i beyt. Burada bir şeydir. Gər nədiman məhəbbət görsə zərfi mehrini, gər nədiman məhəbbət görsə zərfi mehrini, məst edərdi badəsiz olxət miskül xitam. Yəni, əgər nədiman əncümən məhəbbət və müqiman neşimən eşq məvəddət, bir də, yəni əgər nədiman əncümən məhəbbət və müqiman neşimən eşq məvəddət ol badeyi pürkeyfiyyət zərfün mührini görsə, badenuş olmaq sizin, yəni işməmiş, olmaqsız, yəni mənfi elir feili. Olmaq sizin, badenuş olmaq sizin rübaiyyə. Burada bir rübaiyyə yazıb. Geride iki cümlənin arasında fasilə qoyub, bir qırmızı yazıbdır. Arasını boş qoyubdur. Ya Rəb, çemmi əst inke bud həmbare duraiye, çox üzrsən, duraiye por hunar az o sadbare. Bu olmadı. Duraiye por hunraz o sad pare. Bu başlatmadım. Bu kəlməni farsı da olsa başlatmadım, türkü də olsa başlatmadım. Ya Rəb, çeymək است این که بود همواره یا بود همواره درآیی پرهنراز و صدباره گر مهر خمش را نکرد میخواره بی باده شود مست از آن نظاره. Anadan murad ana. Orada bir ana farsında ana yazmıştı. Onu okuduk. Arapçasında bir başlayalım. Anadan murad hamili mehabbet zatiye olan dili kamildir. Ve hatm anadan murad beden cismani unsuri beşeridir ki arif ve cahil ve nakis ve kamil ol heyette beraberdir. Pes Mahcuban bu musavat-ı suveriyeye binaen onların hallerini kendi hallerine kıyas edip onların ehval-i batiniyelerine müttali olamazlar. Ama Taliban qabil ve muridan roşendil onlar istedad vehhabi ve qabiliyet gayri kesi ile çün nediman محفل کاملان و حریفان مجلس واصلان اوleler صفات جمال با کمالlerinde müşahidi آثار محبت ve nukati kelimat hakikat meallerinden istidlal اسرار eşq hakikat edip ol keyfiyet bi nazir onların batinlerine tesir eyle nişve sahbای sohbet onları sermest eder hal bu ki henüz onlar o namillerin ahval batine o kamillerin ahval batinelerini mütehakkik belki ahlak maneviyelerini mütehallik değillerdir. Rubaiye cene. Dahi buradan koyaq. Gedək axir səhifəyə ya 20-yə gedək. 20-dən də biraz oxuyaq. Görək ki, burada bəli, gəldik burada. Və qalə qəddəsə sirruhul əziz yenə də burada Hey əndə əhli deyri
کم سکروا بها و ما شربوا منها ولکنهم همو. هنو haniyen ki evvelde yazıptı onu deyir. Hanu et-taamun yehna'u huna'an ve huna'aten ve huve hani'un ey hazmun, yani taam hazm oldu. Hani'en yani hazm oldu, ciddi oldu. Sekdi ve hanni ihtimalen sukra ve huna, ihtimalen bu d değil, r değil, ihtimalen böyle d kimi yazılıb değil. Sukra ve huna hazm oluci manası nedir? Burada eğer bir sukra ve işçide işlenib elbette ve huna bu manaya işlenibdir ki oluci, hazm olan bir şeydirler. Ve dirilikte ve manasındadır ve dir lügatinde dir manasındadır ve dir. Lügatte ma'bed nesara yani kilisadır. Lügatte bunun hani ya hani kilisa manasındadır. Yani kilisadır ya kanisadır. Ve istilahat-ı sufiyede hala bu hemen hani söhbəti sufilerin dilinde ne manasındadır? Alem insaniden ibarettir. Ve hem qasd ve murad etmek manasındadır. Qasd o murad da demek olur. Bu kəlmədən irfan sahəsində deyəndə mənzurları bu ki, qəsd edir, niyyət edir. Və haniən məsdəri məhzufun sifətidir. Təqdiri lişurbi əhli deyri şəraben haniən ləhum dur. Bu da getdi şeydə, yəni elmi sərf-ı nəhvidə o tərkibi filanı danışır, onlardan gəlir. Təzvir təhlil. Tərcüme-i beyt. Əhl-i deyr həzm olə kanun ilə məst oldular. Əhl-i deyr həzm olə kanun ilə məst oldular. İçmədilər gərçi sirfən etdilər leyk ehtimam. İçmədilər gərçi sirfən etdilər leyk ehtimam. Əncəzm və xoşgüvar olsun ki, ol müstələk neçə hücb-i əf'ali və sifati biguşadə və bimiqdar siql bar vücud həstidən azadə eylədi və hal bu ki müntehiyan gibi ol badeyi məhəbbət zatiyyenin henuz bir cür'eyi sərfini nuş ve külliyen kendi varlıkların feramuş etmemişlerdir. Lakin ol bade sirfen şürbüne sırf himmet etmişlerdir. Rubaiye. Anan ki به پای خم می بست شدند نابرده به باده دست از دست شدند یک جرعه نخوردند چون گذشت و لیکن اندیشه می بر دلشان مست شدند و قال قدس الله العزیز و اندی منها نشوة قیل نشانی معی ابدا تبقى و این بلا العظم. النشوة بالفتح و قیل بالکسر نشوة. نشوة یا نشوة بالکسر از سکر جن مسلخ و انشاءالله خلقه والاسم النشاط والنشاط ایضا بالمد و نشاء فی بنی فلان ای شب فهیم و بلا محو المق ای شب فهیم و بلا محو المق و bulursuz olmak olmak andras gibi olmak andras gibi baliye zayıf ve hurimiş nesne ve azm bilfet kömək mənasına cəmi izam gəlir.
Azm izam cəmidir. Tərcümi beyt. Xilqətimdən əqdəmanın bəndəvardır nişvəsi. Xilqətimdən əqdəmanın bəndə vardır nişvəsi. Mən bəndə ki farsıda oxuyuruq bəndə həm. Yəni mən fهم kərdim məsələn mən düşünürdüm ki bu bəndə ki deyirlər, yəni mən əbd, zərxərid, kiçik, həqir beləsi. Məndə. Bəndəniz, yəni mən də sizin yanınızda. Ya əlbəttə bu bəzən özün kiçiyə aşağı görmək anlamı ilə də işlədir ki, mən sizin aşağızam. Amma bu kəlmə iki bəndə sözü məndən tərkib tapıbdır. Ki bilirik m Türkçədə b ola bilir, m ola bilir. Bəndə, məndə. İkisi də odur. Xilqətimdən əqdəmanın bəndə vardır nəşvəsi. Baqidir canım eylə gər məhv olur İsa izam. Yəni keyfiyyət olbadə məhəbbət əzəli xilqət unsuriyyəmdən əqdəm benim indimdə qədimdir və qivam-ı tən və istihkam-ı bədən olan izam rəmim olursa ol mey eşq ləm yezəli benim ruhum ilə müstədimdir. Rübaiyyə. بر من ز وجود من نشان نابوده، عشق تو شراب بی خودی فرموده. زان می باشم ز بود خویش آسوده، زان می باشم ز بود خود آسوده، گر خود شود استخوان من فرسوده. Və qalə sirru yenə gedir bir ayrı şeirə. Gedək axirin səhifəmizə də bir baxaq və bu günün kitabın beləliklə qutaraq. Görək buradan bu bizə nə deyir? Şeir buradan başlanır. Və qalə Quddəsə sirruhul əziz əla nəfsihi fələysək fəlyəbuk min sa'i umre və leysə ləhu fiha nəsibun və la sahim. Bana buka kəlməsini işlədi burada. Ağlamaq, buka ağlamaq. Ağlamaq və siğə və siğə. Ağlamaq vəziyyə. Buka ağlamaq vəziyyə və ziya zayi və tələf olmaq və həlak olmaq mənasındadır. Və nəsib və səhm hifz, xət, həz, yəni hissə mənasındadır. Hissə yəni pay. Tərcümeyi bet. Ağlasın nəfsinə şul kim ömrünü zayi edib. Ağlasın nəfsinə şul kim ömrünü zayi edib. Olmadı ol badədən bir səhm, almadı ol badədən bir səhm qaldı dərminam. Dərminam ya da qaldıdır minam. Yəni və ateşi nidamət ilə suzan olsun ol kimsə ki nəqdi həyat və sərmayi ovqatın tələf və zayi edib, nəqdi vəqtün vəsili təhsil cür'i badi məhəbbət və zəri'i təkmil bəhri əsrar mərifət eyləmədi. Zira afəriniş aləmdən məqsud vücud bəni Adəmdir və vücudini Adəmdən mətlub və vücudini Adəmdən mətlub mərifət və məhəbbət haqqı cəllə və əladır ki dövlət üçün talibi ləbiyyət ya lübbiyyət mən beləsi oxudum və murid ədib نقد وقتی مواظبت وظایف طاعات و ملازمت مراسم عبادت مصروف و مع التوجه التام و اخلاص نیت. O da elbeyt olabilir, elbette labit daha olur. Labit ihtimalat. Çün talib labit ve murad edib naqd vaktini مواظبت وظایف طاعات و ملازمت مراسم عبادات مصروف و مع التوجه التام و اخلاص نیت علی الدوام و بالکلیه اعراض دونویه بلکه جمیع تعلقات کونیدن جونیدن
Koniyyə də ola bilər. Koneyn. Cüniyyə də olsa ki, cünlük. Təalluqat-ı koniyyədən təfriq qəlbə himmətini معطوف qılsa istiqbal sabiqe inayət rahnumay subul hidayət və qalbi muhbit envar ma'rifət və cani məxzən əsrar محبت olub xاتمت ahvali غرامت مسون و عاقبت افعالی حسرت و ندامتdən دور olur və əgər el-əyazu billah bunun xilafınca bir şəxs ilə bəlkə bir بیبسرو kimə ki didə-i bəsirəti kühlü hidayət ilə mükəhhəl və zülmət-i cəhaləti nur-i dirayətə mübəddəl olmaya cəmi-i ləzzati təməttüat müqtəsir edib əyyam həyati sərmayi istifai mənahi və hasil اوقاتی استقصای ملاعب و ملاهی ایلر آخر الامر نفخات ریاض لطف و جمالدن بهرمند و رشحات اقداه قرب و وصالدن حسمند علمیب لبنده نفیر حسرت dilində zəfir məhəbbət sinəsində dağ xusran didəsində ab xirman bu tərənnüm ilə zəbanı hali cüyan olaraq rah ədəmə şitaban olur. رباعیت افسوس که وقت چار از دست برفت اسباب وصال یار از دست برفت در معرض یک دولت ناپاینده 100 dövlət payidar az dəst berəft. Buranı oxumuşuq buradan bu yüzəsinin birazın, amma gələk bir daha bu səhifəni oxuyaq və qutaraq. Ya Rəbb, ya Qəfur didə-i bəsirət və şuurimizdən رمد غفلتی دور و کهل هدایت ایله مجلا و پرنور edib köhnə süfal dil purməlalimizi badi eşq ilə malamal və həziz məzəllət fürgətdə paymal olan aşufte hali cəzəbə eşqünlə balanişir bəzm visal edib ərbab fəzl və kəmalə nəzərən nüqsanımız ilə pürməlal eyləməyib kəndi lütfünlə rəsidə sərhədd kəmal eylə. Rübai dərdün ilə divani eşq eylə ilahi dərdün ilə divani eşq eylə ilahi lütfet dili pimane eşq ilə ilahi lütfet dili peymane eşq ilə ilahi eşqün ilə binam nişan olə eşqün ilə binam nişan olə səlahi sərhəlqi xumxani eşq ilə ilahi. Səlahi dedikçe öz adıdır. Yani bu adam ki şərhi yazır o qəsidəyə, ərəbi qəsidəyə yazan adamın adı Səlahidir. Qırmızı xəttinə də yazıbdır ki bəlli olsun. برای تسمیه و تاریخ da ki bunu oxuduq, yenə də oxuyayım. Tün oğun həlq ilə şərh qəsidə oldu tamam. Tün oğun haqq ilə şərh qəsidə oldu tamam. Gərəkdir ola bir ism ilə şən o şöhrəti tam. Tün feyz eşq xudadır midad xamə şərh. Dinlədi tərcümətül eşq şərh töhfəyə nam. Ərzə adı bunun Tərcümetül eşqidir. Kitabın adı əslində budur. Ərz duadur əsərdən dəxi bəhanə gərək. Ərz duadur əsərdən dəxi bəhanə gərək. Xətaya zeyl əta və qüsurə əfv kiram. Kəlam duru diraz xənvəran nidir. Mufid و muxtəsər olmaq gərək binay kəlam. Səlahi neşveyi vəhdətlə tarix ana müzəyyən eylə bəzmi ziyay cam mudam. İndi burada tarix nədir?
Mütəəssifانə mən onu biləmədim. Çox gözəl tarix yazılıb, əlbəttə mən onu çıxarda bilmədim. Ondan sonra bu kitab İstanbulda, İstanbul Üniversitəsində əlyazma kitablar içində saxlanılır və vəqfidir. Kitab vəqf olunubdur. Vəqf eləyən də ehtimalən Əlfəqir Əli Rıza Mahmud ya Mahmud olacaq mənim nəzərim. Mahmud oxuya bilmədim nədir qalan. 1284 oxuram. 14 də oxunur. Hər halda bu tarixdə bunu alıbdı, kitabı vəqf eləyibdi. Yəni bu kitabı vəqf eləyənin möhrü də burada vurulub. Riza adında möhrü vurulubdu. Bu da bu. Tamam. Bu günümüzdə 1000 mərtəbə şükür olsun, milyonlar mərtəbə Allahımızın dərgahına şükür olsun ki, ömrü verdi və bu ömrü bu günləri bu kitabla tanış eləməyə sərf elədik. Türk tarixinin, Türk varlığının, Türk yazı uyğarlığının, düşüncə uyğarlığının, anlayış uyğarlığının bir başqa misali ilə tanış olduq, tayı ilə tanış olduq, nümunəsi ilə tanış olduq və məncə Türk düşüncəsi çox fərqlidir. Yəni bu neçinci kitabda görüm şeiri, Qur'anı, hədisləri tərcümə edirlər və fərqli düşüncə qoyur ortaya. Mən bunu məsələn İranda heç kəsdən eşitməmişəm. Şayət də farsı olduğu üçün bu cür mənim ürəyimə oturmurmuş. Çünki nə qət deyəndən sonra düzdür, mən türk dilində dərs oxumamışam, təxəssüsü lüğətləri bilmirəm. Bu da kitab təxəssüsüdür. Hər halda fəlsəfəsi var içində, irfanı vardı, nə bilim, şeir özü şeydir, yəni bir təxəssüsdür. Rübaiyat, bunlar hamısı təxəssüsdür. Yəni təxəssüsdən danışır və mən burada təzyiq təhlil edir. O da bir şeydir, yəni bir təxəssüsdür. Lisans dövrəsinin əsli dərslərindən biri ədəb dilində təzyiq tərkibi kələmatdır. Kəlmənin cümlədə yeri nədir, özü kəlmə nə cür qurulur, mənaları nədir filan, bunlar hamısı təxəssüsü bəhsidir. Yəni bu kitab bir çox dərin təxəssüsü, müxtəlif multi-level müxtəlif sahələrdə, amma bir yerdə, hamısı bir yerdə bir kitabdır, yazılıbdır, çox da ciddi, türk dilində, içində farsça da var, ərəbcə də var, amma əsli budur ki, kitab türkcədir və türk anlayışı buradadır. Yəni ərəb yazan bir ayrı bir şey yazıbdır, fars da yazan bir ayrı bir şey yazıb, amma o şey ki bu adam yazır, əlbəttə o ərəb yazan bilmirəm ki, özü məsələn adam axtarsa bilər ki, o da şeydir ya yox, yəni deyək ki, bunun adı nə oldu? Şərəfiddin Əbu Fariz el-Misri, İbn-i Fariz el-Misri Google-də eləsək görək ki, bu əslən özü haradır. Düzdür, addan evvələn nəzərə gəlir ki, bu şeylidir, yəni Misrilidir. Amma biz axtaraq da, onun yerinə axtaraq deyək ki, nə mənə deyək ki, İbn-i Əl-Fariz Əl-Misri nə deməkdir? Bunu baxaq görək ki, nə deməkdir? İbn-i Fariz huvə şair-i sufiyyül Ömər ibn Əbülhəsən Əl-Məruf bil-ləqəbi Sultanul Aşiqin Volidə bi Misr 576-cı Hicri ilində orada doğulubdur. Və huvə şairun və filsufun və alimun zahid İştəhərə bil-ləqəbihi nisbətən ilə validihi əlləzi kənə bariən fi ilmil fəraizi تنسب إليه قصيدة التالتائية التي أثارت جدلا كبيرا واتهم بعض محتواها بالكفر والإلحاد. Deyir ki, bu şair olubdu nənəsinin adına, validihi, dədəsi üzr istəyirəm, validihi, dədəsinin adına məşhur olubdu, ərəbdir, Misirdə doğulubdu, orada yekəlibdir, belə nəzərə gəlir əlbəttə, bəlkə dədəsi. Əl-İsmu və ləqəb Əmr ibn Əbülhəsən
ve luqibe bi İbnül Farid nisbeten ila validihi lezi kana habiren fi ilmil faraiz ilmil mevaris ve huve ve min eşherul elgabihi sultanul aşıgin 57. Hicri ilində və Yəudu validihi minəşşam Şamdan gəlmiş imiş. Ən-nəş'atu və təsir təaffərə bi tərbiyətihi və tərbiyyəti validihi zahidillezi rəfədə mənfəbəl qaziyəl quzati mimma əsərə fi həyatihi və sulukihi zahidi. İndi dədəsi hardan gəlib? Bunun dədəsini əgər bilsək, bildik ki, şeydən gəlibdir. Amma Şamdan gəlibdir və Şamda bir çoxu türkdür. Mən ona görə qaldım. İbn Faruz huve Abu Hafız Şerefeddin Ömer ibn Ali ibn Murşidil Hemevi ahadu eşherul şuara'il mutasavvifin ve kânet eş'aruhu galibaha fil eşkil ilahi hatta ennehu lagbe bi sultanil aşigin validuhu min Hamat fi Suriye Hamat şehrindenmiş ve hacere lahigen ila Misr vulida bi Misr sene fulan. İndi bunu görək dədəsi necə desə üzlətuhu əqidətuhu qalel İmam əz-Zahabi vasifən əqidətuhu. Burada da ondan bir nəql olunubdur. Şeirindəki burada yazıbdır. Şeirlərindən çox yazıbdır. Dədəsini əgər tapa bilsəydik yaxşı olardı. Bunun dədəsi də deyir ki, çox böyük bir insanmış. Əgər eləyəbilsək İbn Fariz huve Abu Hafs Şerefeddin Ömer ibn Ali ibn Murşidil Hemevi ahadır. Dədəsini tapsaydıq bəlkə bilərdik ki, bunun dədəsi Türk müdür yoxsa Ərəb midir? Onu bilərdik. Amma hər halda çox ciddi bir məsələdir və bu bəllidir. Kitab əsli qəsidə o zaman yazılıb. Amma bu kitab ha zaman yazılıbdır və əcəba bu kitabı biz oxuduq. Buna diqqət eləyək. Əcəba bu əsli yazımıdır, yoxsa əl yazmadır? Yəni bir nəfər bunun əlbəttə ki, əl yazmadır, amma bir nəfər bunu nüsxə eləyib. Mənə belə gəlir ki, bu bir nüsxədir biz oxuyuruq. Yəni o əsli yazı deyil ki, biz oxuruq. Bu nüsxədir. Çox gözəl yazılıbdır. Bir-iki yerdə əl yazması bəllidir, amma çox gözəl bir əl yazmadır. Yəni çapiyə belə bəlkə çapı hurufu bunun üstündən götürüblər. O qədər gözəl yazılıbdır. Yəni xətt çox belə şəkil və çox az yerdə imkanı var ki, adam qələt oxusun. Onlar da o zaman kəlmə sıxışıbdır. Sətrin axiridir ya filandır. Orada kəlmə sıxışanda gətirib bir-birinin içində yazıb, orada biraz çətin olur. Amma gözəldir. Yəni oxumağı fəlsəfədən danışır. O şey ki, İslamda fəlsəfə demirlər ona. Elmi kəlam deyirlər. Kəlamdan danışır. Şeirdən danışır. İrfandan danışır və tamamən dərin sözlərdən istifadə edilir ki, bu sahələrdən də izafə ayrı sahələri içinə qapsır. Çox cəlib bir kitabdır. Bunları oxumaqla biz Türk dünyasının fərqli düşüncəsini bilərik və indi deyə bilərik ki, biz niyə belə düşünürük? Bu düşüncə niyə indi bizim miras aldığımız, bizə irs qalan dədələrimizdə, irs qalan kitablarda, yazılarda, varlıqlarda, mədəniyyətlərdə, uyğarlıqlarda bizə gələnlər bunlar. Nədən bunu alıb daha inkişaf elətdirməmişik? Bəlkə dalıya getmişik. Və toplumumuz bugünkü bu yazını gərək dərs verəsən ona. O halda ki, toplum o zaman bunu yaşırmış. Sağ qalın. İnşallah Allah ömrü verirsə bir